Bugün 2011-ci il yanvarın ikincisidir. Bugün bir tarixi fürsət verdi bəzi dəyərli yurttaşlarımızla görüşək. Mən fikrimcə yaxşı olardı ki, biz bu fürsətdən istifadə edib Güney Azərbaycanda bəzi aktual mövzularla onların fikirlərini öyrənək. Mən hər nədən qabaq hörmətli Səttar bəydən təşəkkür eləməliyəm ki, bizə bu imkanı yaratdı. Doğrusu bugün biz Səttar bəyin evində yığışmışıq. Bu mesela söhbəti, müsahibəni aparırıq dəyərli yurttaşlarımızla. Bəs icazə verin elə birinci sualı mən Səttar bəydən edeyim. Səttar bəy, bildiyiniz tərkinin Səttar bəy İsveçdə yaşayan Azərbaycanlıların Federasiyasının başkanıdır. Hörmətli Səttar bəy bu son zamanda Güney Azərbaycanda siyasi məhbuslarla bağlı informasiya kampaniyasına başlayıb. Elə bu mövzu ilə əlaqədar İsveçin Xarici İşlər Nazirliyinin başkanı Karl Bildtlə bir görüş olmuşdu. Ona xatir Səttar bəy, mən sizdən istərdim ki, əgər imkanı olsa bir balaca məlumat verəsiniz bu mövzu ilə əlaqədar. Sonra da siz özünüz də bu mübahisədə iştirak edəcəksiniz, bizim başqa suallara da cavab verəcəksiniz. Buyurun. Çox sağ olun Əli bəy. Mən də icazə verin, birinci sizdən çox təşəkkür edirəm. Çünki bizim bu son dövrdə ən önəmli bir konferansımız keçdi. Bir proje vardı. Bu proje indi bildiyiniz kimi tək Stockholm'da deyildi. Stockholm'da, Berlin'də, Danmarka'da və Norveç'də, Oslo'da keçildi. Və mən dönə-dönə sizdən təşəkkür edirəm bizim bu konferansı siz dünyaya yaydınız öz saytınızın aracılığından. O yüzden sizə təşəkkür edirəm. Suala gəldikdə bizim ən yaralı ürəyimiz Güney Azərbaycanda milli fəallarımızın insan haqqı yolunda fəaliyyət edənlər, aktiv insanlarımız, doğal haqqımızı istəyənlərə çox ağır zülümlər olur. Onları tutublar, neçəsi hələ də elə içəridədir, hələ 3-4-ü çox ağır vəziyyətdədir. Səid Məhtimpur başda olmaq üzrə çox ağır vəziyyətdədir. Ondan sonra 12 nəfər başqası ki tutulmuşdu, onlar buraxılıblar vəsiqə ilə amma. Bilirsiniz ki, İranda çox ağır bir sistem qoyublar, ağır bir vəsiqə verirlər. O vəsiqədə pul dəyəri çoxdur. Bunu ailələri həm sıxıntıya salır, həm bütün ailələri bir-birinə vurur. Bunların da hədəfi odur, milləti sarsıtsınlar. Və indi bu ilin sonu və daha doğrusu keçən ilin sonu və bu ilin başlanğıcında onları məhkəməyə çağırırlar. İttihamları da ağır ittihamdır, heç vaqiyyətlə üz-üzə devi, üst-üstə düşmür. Onlar yalnız dünyada standart, qəbul olunmuş standart ana dillərini, insan həqqlərini öz əli, öz başları olmaq istəyirlər. Dünyada yaygın olan həqqləri onlar da malik olmaq istəyirlər. Onlar belə bir sağlam insanlardılar, amma təəssüflə İran İslam Respublikasından bizim tanışdığımız var. Diktator bir rejimdir və indiyə kimi Azərbaycan həqqlərini tapdalayıb heç bir şeyə də qol çəkmir, yəni bizim haqqımızı vermədə. Və bunların indi ən önəmli bizim xaricdə yaşayan Azərbaycanlılar olaraq, indi biz də federasyon olaraq bu bizim üçün böyük bir vəzifə idi. Bu ağır durumda onlar məhkəməyə gedəcəklər və onlar bilsin, onlara ağır cürümlər verirlər. Biz də dünya ictimaiyyətini yardıma çağırıb və ona görə Amnesty ilə və İsveç Xarici İşlər Nazirliyi ilə əlaqəyə girdik. İsveç Xarici İşlər Nazirliyi ilə Amnesty ilə bizim qabaqdan da əlaqəmiz olub. İsveç Xarici İşlər Nazirliyi və dünyada olan Xarici İşlər Nazirləri əgər əlaqəyə girəndə genəldə bu şeylərə etiraz edirlər. Yəni normal insan həqqlərini istəyənləri bu səviyyədə məhkəməyə çəkməyə etiraz edirlər. Təəssüflə Güney Azərbaycan özünə bir xas vəziyyəti olduğuna görə biraz məsələyə ayrı cür baxılır. Amma indi sözü uzatmadan belə demək istəyirəm də, biz çox əhəmiyyətli gördük, biz səsimizi dünyaya çatdırıq. O da bir önəmli kanal Amnesty idi. Ora biz bir məktub yazdıq, bunların adını yazdıq və bunlardan xahiş elədik, bunlar bir bəyanat versinlər. Eyni işi Xarici İşlər Nazirliyinə müraciət elədik. İran bölümü var, ora müraciət elədik və qismət oldu biz
Mənə xəbər verdilər ki, Carl Bildt bir görüşdə olacaq, bir konsertdə olacaq. Bizi də ora sağ olsunlar Türk Federasyonu çağırmışdı. O fürsətdən istifadə edib Carl Bildt ilə mən görüşdüm. Məktubu hazırlamışdım qabaqdan, məktubu ona verdim, vəziyyəti açıqladım. Hər halda bizim əlimizdən gələn budur və bundan artıq da biz əlimizdən gələn işləri görəcəyik. Çünki bizim üçün o qabaqcıl insanlarımızın belə bir durumda yardımına bizlər çatmalıyıq. Ona görə bu görüşü mən təşkil elədim və Federasyon tərəfindən Carl Bildt, İsveçin Xarici İşlər Naziri ilə görüşdüm. Çox təşəkkür edirəm Səttar bəy. Səttar bəy, mən icazə versəz qonaqlarımı mərif edeyim mübahisədə iştirak edənlərlə. Salih bəy Kamranıdır ki, izahata ehtiyacı yoxdur, bizim tanınmış hüquqşünasdır. Təzə İsveçə gəlib, neçə aydır. Səttar bəy ilə ki, danışdı. Arif bəy Kəskindir, tanınmış bizim şəxsiyyətimiz. Çox sağ olun, təşəkkür ederim. Şəhidlərin ailəsindən, şəhid ailəsindən Çəngiz bəy Bəxtəvərdir. Allah Çəngiz bəyə rəhmət eləsin. O, Azərbaycan xalqının başlıca oğludur. Yəni, bizim... İndi icazə versəz, mən bir sualı başlayaq, sizin fikrinizi öyrənəm. Uzun müddətdir Güney Azərbaycanın milli hərəkatı ilə bağlı rəhbərlik məsələsi konusunda çox mübahisələr olur. Mən indi demək ola bilər ki, indiki durumda, bugünkü vəziyyətdə Güney Azərbaycan milli azadlıq hərəkatın kimlər, hansı təşkilatlar təmsil edirlər? Təbii də hər hərəkətdə bir hərəkətin gərək sözsüz ola, bir mütəşəkkil qüvvəsi ola, o hərəkatın adına diplomasi aparar. Siz indi bugünkü durumda Güney Azərbaycanda ilə Salih bəy ilə mən başlayıram. Xüsusən Salih bəy uzun zaman deyil ki, daxildən çıxıb, məlumatı çoxdur daxildə. Hər halda siz bu gün rəhbərlik məsələsi necədir Güney Azərbaycanın milli hərəkatı ilə bağlı? Mən də öz növbəmdə çox təşəkkür edirəm Sayın Səttar bəy Sevgindən, İsveç Azərbaycanlılar Federasyon Başqanı bu şəraiti yaratdığı üçün, habelə Sayın Babək bəy Azəridən ki, çox ciddi əməyi var bizim milli hərəkətin istər içəriyə daxil, istər eşikdəki olayları dünya ictimaiyyətinə yansıtmaqda ciddi əməkləri var. Yeri var ki, biz bunu görüb və öz təşəkkürümüzü, minnətdarlığımızı bildirək. Habelə çox sevinirəm ki, başqa çox dəyərli dostlarımız və şəxsən çox sayğı duyduğum insanlarla bərabəriz burada. Sayın Arif bəy Kəskin və Sayın Babək bəy Bəxtəvər. Çox buna mən qürur duyuram ki, bərabər bir yerdəyik. İşarə elədiyiniz mövzu önəmli mövzulardandır. Bəlkə 2011-ci ildə demək olar ki, birinci mövzulardan olur ki, gündəmə gəlməyə çalışır və bu özü bir yaxçı bir başlanğıc olar ki, 2011-dən biz ciddi məsələlərin üstünə gedək. Hərəkətdə olan ciddi məsələləri ən azı düşünməyə başlayaq. O cümlədən sizin işarə elədiyiniz mövzu, sonra Sayın Səttar bəylə mən çoxdandandır bu mövzunu danışırdıq. Azərbaycanın, Güney Azərbaycan daha doğrusu, hara deyirik, coğrafiyası, tarixi, bütünlüyü və başqa önəmli məsələlər ki, daha zamanı yetişibdir biz tarif eləmədən, qorxmadan məsələnin üstünə gedib və aydınlaşdırmağa çalışaq. Birinci növbədə də bu bizim hamımıza düşər. Daha doğrusu sizin sualınızı mən bu cürdə izah etmək istəyirəm ki, Güney Azərbaycan milli hərəkəti bu günə qədər necə yönətilib və bu yönetim sistemində rəhbəriyyət və rəhbər məsələsi necə olacaq? Azərbaycan bu sistem
20-ci əsrdə olan sistemlə yönətmə imkanı varmı? Və ya yeni bir dünyada dəyişim əsasında yeni bir dönəmə biz girmişik. Əgər burada biz mövzəyimizi müşəxəs eləməsək, yanlış yorumlara sürüklənib və yanlış nəticələr alacağıq. Necə ki, görünübdür, bu məsələyə biz şahid olmuşuq. Bir yandan bizim sistemimizin olması, vəlirlənməsi və onu yönətən insanların araya gəlib və onların əməklərini görüb, bu ehtiyacı, bu zərurəti hər zaman görmüşük, hiss eləmişik. Bir yandan da bu məsələ çox bir qorxulu bir mövzu olubdur. Bu məsələnin üstünə getmə suç kimi sayılıbdır. İstər olar ki, bu qabiliyyətləri gerçəkdən vardır. Şəraitin, ortamın, salim bir şəraitin olmaması üçün ziddi ərziş algılanıb, insanlar öz istedadını, öz marağını bildirənməyib. Bir yandan istedadı olmayan insanlar daha çox gündəmi işğal edib. Bu məsələ üçün əlbəttə hər kəs, yəni milli hərəkətə hər kim bir qədəm, bir addım götürürsə, onun bəlli bir istedadı var. Amma bu məsələni biz qarmaşıqdan bu günə qədər çıxardanmamışıq. Daha doğrusu, ideolojik baxışdan qutara bilməmişik. Halbuki bu mövzu elmi bir məsələdir və dünyada da təcrübə olunmuş bir məsələdir, müqəddəs bir məsələ də deyil. Gəlişmiş və demokratik ölkələrdə görürsünüz ki, toplumun bu ehtiyacını qarşılamaq üçün sistemlər yaranıbdır. O sistem içində toplum bu ehtiyacını qarşılayır və ona uyğun olan insanlar özünü ərsəyə gətirir və bu məsələ bir şəkildə çözülür. Amma bizim hərəkətdə bu məsələ bir addi, təfsili, əlçatılır bir məsələ kimi ortaya qoyulmayıbdır. Bu səbəbi nədir? Bunun çoxlu səbəbləri ola bilər. Bir səbəbi bizim hərəkətimizin demək olar yeni dalğasını və bu şəkildə, yəni oyanış şəklində, daha doğrusu milli məsələlərimizə çox üstünə getmə zamanı yeni olduğu üçün biraz təcrübəsizliyindən, hər şeyin başlanğıc olmasından və milli hərəkətin hala da bəlli ölçüdə ehsası məqtəyindən soğuşmamasından və milli hərəkətin bəlli alanlar, bir çox alanlarda profesional olmamasından. Bu məsələ bundan. Və ümumi bir dəlil, yəni bütün şərq ölkələrində də bu aiddir. Bizim içimizdə cəmi işləmə kültürünün zəif olmasından. Bir də bu məsələ. Amma mən sözü başqa dostlara buraxacağım, sonra qatılacağım, yəni şərait olsa. Bir məsələyə mən üstünə getmək istəyirəm. Baxın, bir yandan bizim hərəkətimizdə rəhbərlik qabiliyyəti olan insanlarda, bir çoxunda, Arif bəyin deyişiyle desək, egonun güclü olması, məniyyətin güclü olması, bir yandan da maalesef bizim kültürümüzdə və onu yansıtan hərəkətimizdə noxbə, elit insanlara ciddi bir təxrib meylinin olması da var. Yəni, iki mütəzaddır məsələ. Bir yandan nə bu insanları çox suçlamaq olur, nə də toplumu suçlamaq olur. Biz bu sorunu aşa bilməmişik. Yəni, bir yandan bir çox insanlarda ciddi ego var, bir tərəfdən də toplum tərəfindən bir elit qarşı biz bir topluma. Elitləri də, yəni sən o zamana kimin o toplumda bəyənilir, seçilir bir insansan ki, çox da istedadların bəlli olmayan, çox da gündəmdə olmayasan, çox da siblidə olmayasan. Yəni, bunun anlamı, bəlkə o sosiolojide deyirlər, elitləri öldürmək, noxba koşu. Bu əyləmlərdə bizdə çox
ciddi şəkildə görünür. Mən sözü çox uzatmıram, başqa dostlardan eşidib bəlkə mübahisə ciddiləşsə. Mən çox təşəkkür edirəm Salih bəy. Salih bəy, mən sizin fikrinizi belə başa düşdüm ki, siz istəyirsiniz bunu deyəsiniz ki, hal-hazırda o düzgün mənada biz o sistemi yaradanmamışıq. Yəni o rəhbərlik, milli hərəkat ilə bağlı rəhbərlik düzgün mənada formalaşmır. O əsas səbəblər apardınız, neçə səbəbdən apardınız, təcrübəsizlik. Çünki biz tarix boyu diktatora olub İranda, xüsusən bu son 84 ildə bir irqçi rejimlər hakim olub, Pəhləvi və Cümhuri İslami. Biz yəni kollektiv işi bacarmırıq. Bir də apardınız ki, o karizmalı şəxslərdə egoizm bais olur ki, o karizmalı adamlar düzgün mənada meydana çıxıb ki, insanların mütəşəkkil olmağında, birləşməsində ciddi addımlar atılan olmur. İndi mən təşəkkür edirəm sizin izahatınızdan. Sözü veririk Səttar bəyə. Səttar bəy, siz bu gün neçə illərdir siz bu çox faal bir insansınız. Ziyalı bir fərd. Siz necə görürsünüz? Bu gün hal-hazırda Güney Azərbaycanın milli hərəkəti ilə bağlı rəhbərliyi necə görürsünüz? Salih bəyin fikrindən razısınız, düzgün mənada yoxdur. Əgər yoxdur, siz səbəblərini necə görürsünüz? Yox, mən də müəyyən Salih bəyin dediklərinə qatırıram. Ən başlanğıc məsələ bizim biraz bu məsələnin tarixi kökü var. Tarix kökünə siz də biraz toxundunuz indi Salih bəyin sözlərini xülasə eləyəndə. O da budur, bizim yaşadığımız o sistemdən irəli gəlir. Yəni sistem bizi elə bir cür yaradıb. Əvvələn birincisi siz vurguladığınız kimi kollektiv işə hazırlığımız yoxdur, bacarlığımız yoxdur. Öyrənməmişik. Orada nə məktəbdə, nə uşaq bağçası ki yoxdur, biz heç olmasa biz yaşlı adamlara və nə yuxarı səviyyədə də bunu bizə öyrətməyib. Üstəgəl hakim olan rejim diktatoru bir cəvrdə partiya gələnəkləri yoxdur. Partiya gələnəkləri yoxdur. Çünki deməli bu rəhbər buradan çıxacaq. Bir-birindən oturub, yəni iç-içə işləyən insanlar bir-birini tanıyacaqlar. Orada o prinsipləri ortaya qoyub və o sayaq dünyada olan standart bizdə olmadığı üçün bu birinci məncə böyük çətinliklərdən biridir. Sonra indi üstəgəl, indi mübarizəmiz düzdür. Bizim Azərbaycan məsələsi və milli məsələ tarixi kökləri var. Amma bunu bir uzun müddətdə qırıblar. Yəni bizim millət olaraq bizi öz kökümüzdən ayırıblar və ayırmağa çalışıblar. İndi ən son dövrü desək, 1945 Pişəvəri hərəkatına baxsaq, bir dənə böyük zərbə ki, Şah rejimi bu haqda başarılı oldu. O da Tudə partiyasının aracılığı ilə və ya başqa fədai qrupları ilə, ayrı adamların aracılığı ilə bu bacardı bizi öz mənliyimizdən ayrı, yəni bizə mənsub olan Demokrat Partiyasını bizdən ayırdı. Və biz gənclər, o zamanın gəncləri, İnqilab dövründə, İran İslam Respublikasının yaranış dövründə, yəni Şahın devrimində bizlərin çox böyük nəqşi vardı gənclərin. Amma orada biz özümüzə bağlı olan firqə demokratdan xəbərimiz yoxdur. Olmadığı üçün biz başqa sol, görünməyən, gizli sol partilərdə fəaliyyət elədik. Orada da rəhbərlik sistemi fərqli idi. Yəni, sən rəhbəri yaxından görə bilmirdin. Bəzi münasibətlərə görə sayğı göstərirdin, baş əyirdin rəhbərə. Amma bu bilgi üzərində deyildi. Yalnız bir seri hissiyatla bu məsələ qabağa gedirdi. Amma indi bu son dövrdə milli hərəkətin daha güclənməsi, ona görə mən ona yeni deyirəm. Yəni, daha doğrusu tarixi cavan hərəkətdir. Cavan hərəkət olduğu üçün bir sıra bu hərəkətləri doğal saymaq olar. Amma səbəblərinə biraz Salih bəy toxundu. Məncə, biz hərəmiz özümüz öz içimizdə bu hərəkətə nə eləyə bilərik desək, o zaman biz o rəhbəri də meydana çıxarda bilərik. Yəni, bizim içimizdə olan bacarıqlı insanları biz təəssüflə onların əlindən yapışmırıq. Yəni, bəyənmədiyimiz üçün belə bir səbəblər bais olur, hələ bu hərəkət, bu axın gedir. Bir baxımdan rəhbər dünyada böyük bir rol oynur. Bu düzgündür, xüsusilə bizim tərəflərdə. Amma bir baxımdan da
Mənə elə gəlir, indi bizim başda Təbriz deyirik də, indi düzdür, bu dövr başqa inqilablarla fərqlidir. Bu dövrdə yalnız Təbrizdə başçılıq edir. Bu, Təbrizin özünün bir rəhbərlik şeyi vardır. Yəni, son sözü Təbriz deyil. İndi gənə də deyəcək, amma indi bir fərqi var. İndi bugün Ərdəbil də çox aktivdir. Bugün Urmiya da aktivdir. Bugün Zəncan da aktivdir. Bugün Tehranın özü də aktivdir. Yəni, Tehranda yaşayan türklər və başqa bizim kiçik şəhərlər, Qoşaçay aktivdir. Elə bizim mənim gəldiyim Sayınqala gözə görünmür, amma orada da adamlarımız vardı ki, birbaşa çox ciddi bu məsələ ilə məşğuldurlar. İndi mən demək istədiyim, biz biraz içimizdə niyarançılıq var, amma mən etiqadım var, hərəkət yetişir. Bu o demək deyil ki, biz o mənfi şeyləri görməyək. O səbəblər ki, dostlar dedilər, birinci bu egoizm ki, bizim bəzi insanların içində olur və bunu kollektiv fəaliyyət formuna biz çevirə bilsək, biz orada çox başarılı olacaq. Bir də bizə əskidən bu rəhbərlikdən qorxu canımızda var. Biz yəq qorxmuyuq. Bizə özümüzdən, mən indi sol tərəfimdə, sağ tərəfimdə oturan dostlar var. Bunlar özlərini yetişdiriblər, içəridə yaşayıblar, bilgili insanlardır. Bizə çəkinməyək deyək, bunlar bizdən yaxşı bilirlər bu işi. Bunlar bizdən daha da özlərini yaxşı gəlişdiriblər. Bizim təkcə mənim deyəcəyim budur, bizim vəzifəmiz budur. Biz hərəkətdə bacarılı insanlara kömək eləməliyik, onları önə sürməliyik və onlara da sayğı göstərməliyik. Hələ o dövrün başqanı kimin, hələ o dövrün yetişdiyi insanı kimin və bu dalı sonra məncə bu gələcək. İndi biz sonra bu məsələyə toxunaraq çünki mən daha çox xaricə dayana bilərəm. Çünki xaricdə yaşadığımız üçün xaricdə olan məsələlərə çox toxuna bilərəm. İçəriyə mən xüsusilə biz xaricdə olanlara mən arzu edirəm, içərini qoyarlar öz halına, içəri özünü yetişdirəcək. Çünki içəri başqa bir şəraitdə yaşır. İçəri bizim yaşadığımız şəraitdə yaşamır. İndi bunu sonra müqayisə eləyə biləcək ki, xaricdə nə cür bu təşkilatları yönetmək olar. Orada gələcək. Çox təşəkkür edirəm. Səttar bəy, siz Salih bəyin fikirlərindən razıydınız. Onun sözlərini gücləndirdiniz və işarə elədiniz bu tarixi səbəblərə. Yəni, o bir irqçi rejimin, diktatoriyanın hakim olmağı Güney Azərbaycanda o düzgün mənada imkan verməyib ki, mədəni, siyasi inkişaf olar. Mən indi üzümü tuturam Arif bəy Kəskinə. Arif bəy Kəskin, mən sizin seminarda şirkət eləmişdim. Siz Güney Azərbaycanla əlaqədar Milli Azadlıq Hərəkatını analiz edəndə deyirsiniz, bu reaksiya hərəkatı deyil. İndi bizim bu yurttaşlarımızın danışığı ilə, əgər bizim Güney Azərbaycanın Milli Azadlıq Hərəkatının qabağında bu ciddi manələr var. Yəni təcrübəsizlik var, kollektiv işi bacarmırıq, tarixi manələr var. Bunlara dayanıb demək olmaz ki, indiki hal-hazırda bizim Güney Azərbaycanda hərəkat bir reaksiya hərəkətidir. Millət zülmü görür, ağır vəziyyəti görür, bəli, qabaqda bir baş komando, bir güclü rəhbəriyyət yoxdur. Mən də öz növbəmdə təşəkkür edirəm Babək bəy, həm sizə, həm Elüza xanıma. Yəni, xüsusən bizim toplantıları çox yaxşı şəkildə inikas verdiniz. Yəni, insanlara çatdı. Bizim Stockholmda danışıqlarımız dünyanın bir çox yerində izləndi. Onda xəbərini aldıq, mən sizə təşəkkür edirəm. Bu rəhbərlik məsələsinə gəlincə, əslində biz bu məsələni təhlil etməmiz üçün mübarizəmizin, mücadilənin getdiyi o coğrafiyayı, o siyasi, ictimai şəraiti də baxmamız lazım. Sonuçta hər siyasi mübarizə olduğu o sosiolojik yapıların, o sosiolojik sağtarların bir məhsuludur. Onun içində davam edən bir məhsuldur. Və xüsusən də küresel anlamda, cəhani anlamda yaşadığımız şəraitin də təsirində olan bir məhsuldur siyasi hərəkət. Bizim hərəkətə bu zaviyədən baxdığımızda bizim hərəkət mütəkəssir bir hərəkətdir. Çoğulcu bir hərəkətdir. Həm fikri anlamda mütəkəssirdir, çoğulcudur. Həm siyasi əmələ müdaxilə edən, təbəqati anlamda baxdığımızda, ictimai layihələr mənasında baxdığımızda mütəkəssirdir, çoğulcudur. Həm coğrafiya mənasında baxdığımızda çoğulcu və mütəkəssir bir sahtarı var. Bu çoğulcu və mütəkəssir
sağakların eyni mərkəzdən santralizə etmək çətindir və bəzən də mümkün deyil və bəlli bir yerdən idarə edilməsi də mümkün deyil. Və bunu sadəcə mənfi olaraq da görməmək gərəkir. Çünki bunun çox müsbət tərəfləri də var. Müsbət tərəfləri budur ki, biz bir totalitar bir rejimin içərisindəyik və bu totalitar rejimə müqavimət eləyə bilmək, dirənə bilmək, yaşaya bilmək, vurduğu zaman ayağa qalxa bilmək şansımız da olması lazım. Yəni çoğulcu olduğunda, mütəkəssir olduğunda varlığınızı daha çox sürdürə bilirsiniz. Bir parti olduğunuzda, bir təşəkkül olduğunda, bir liderin ətrafında toplandığında, o lider yox olduğunda və ya o parti yox olduğunda siz də dağılıb gedə bilərsiniz. Yəni Güney Azərbaycanın bugünkü çoğulcu və təkəssür yapısı bir anlamda amip kimi onun daha çox yaşamasına və daha çox bölünərək, daha çox genişləmə şansı da verir. Bunu sadəcə xarici düşünərək demirəm. Xaric bambaşqa bir pədidə. İçəriyə baxdığında hər şəhər, hər bölgə özünə məxsus bir siyasi fəzada davam edir və o özünə məxsusluğu səbəbilə də həyatını sürdürə bilir. Bu bugün oranın tamamilə siyasi sağıqlarıyla, oranın sosyolojik sağıqlarıyla əlaqədar bir məsələdir. Bir də yaşadığımız cahani şəraitin də bir məhsuludur ki, Güney Azərbaycan Milli Hərəkəti onun tamamilə məhsuludur. Antonio Gramsci'nin çox gözəl bir sözü var. Bunun bir kitabı var, Modern Prens diye. Modern Prensi Machiavelli'nin prensine dayanarak derdi. Machiavelli İtalya'nın kurtuluşunu çok güçlü, çok etkin, tesirli bir prensin ortaya çıkmasıyla hayal edir. Ve bu prens gelir ve İtalya'yı o milli kimliğine, ulusal kimliğine geri döndürebilecek hayal edir. Antonio Gramsci burada yola çıkarak der ki yaşadığımız dünyada daha prensler yoktur. Yaşadığımız dünya çoğulcu bir dünyadır. Demokratik bir dünyadır. Mütekessir bir dünya olduğu için bir prens ortaya çıkabilmez. Yaşadığımız dünyada modern prens olması lazım. Modern prens yani teşkilat, parti. Daha o prenslerin dönemi bitti. Şimdi bugün bize lazım olan teşkilatlardır. Teşkilatlardır ki o prensin sahip olduğu tarihi misyonu, tarihi görevi, tarihi işlevi karkerdi yerine getirebilir. Bugün Güney Azərbaycan Milli Hərəkətinə baxdığımızda da küçük modern prensler var. Küçük modern prensler var. Küçük təşkilatlar var. Orada burada odaklanmış, bazen de təşkilat edilir, məhfil şekilde, topluluk şekilde Güney Azərbaycan Milli Hərəkətini bir şekilde devam ettirirler. Bu ne yaradır? Güney Azərbaycan Milli Hərəkəti bu tekessür sebebiyle şəbəkəyi bir hərəkətdir. Ağ üzerinde kurulup ve bu ağların birbiriyle organik irtibatı olsalar da ama santral bir şekilde idare olunmur. Ve merkezi bir şekilde idare olunmur. Ben bir sual edeyim sizden. Bilirsiniz 2006'da bilirsiniz de bizim İran'ın qəddar rejimi memurları ateş açtılar, bizim çox cavanları şəhid elədilər. Elə burada şəhid ailəsindən Cəngiz Baxtavar oturub sizin yanınızda. Bu cür bir kriz şəraiti verəndə bu hərəkətin sözü kim olacaq? İmtiyaz almağa. İndi məsələn fərz edin biz xaricdə yaşayırıq. Xaricdə Güney Azərbaycanın adına hansı qüvvə diploması aparır? Bu riski siz görmürsünüz ki var. Bu cür sentral gücə çevrilməmək bizim milli mənfəətlərimizə uyğun deyil. Buna baxırlar bir qüvvədir ki, bunların içində, onlarda şayad xaricilərdə bu cür bir təsir qoyur. Çünki mən bəzilərindən danışmışam, İsveçlilərdən ki, biz də əslində mütəşəkkil deyilik. Çünki o hərəkətin naminə kim diplomasi aparanmır. Onlar bir güc istəyirlər ki, ümumi halda, siz məsələn Pişəbərin hərəkətində, o Pişəbəri bir karizmatik şəxsiyyəti, bir firqə demokrat var idi. Onlar istəklərin yazılı formada, şifahi formada dedilər. İndi bu cür bir boşluq, vəkyum var bizim hərəkətdə. Siz bu cür bir nüqsan görmürsünüz, ciddi nüqsan? Baxınız, bir dəfə bunu bugünkü şəraitimizdə, bugünkü yaşadığımız gerçekçi olduğumuz zaman ne bir milli lider çıkartma şansımız var, ne de bir milli parti. Yani bunun bir menfi bir şey olarak demiyorum. Çünkü milli liderler de, milli partiler de, yani bütün
milli partilerde belli tarihi buhranların, zamanların məhsuludur. Orada ortaya çıkar, milleti arkasına alar ve millet iradesini bir şekilde ona temsil verer. Yani bu dönemin məhsuludur. Biz belli noktalarda belə bir lider, belə bir parti çıkartma imkanımız oldu. Ama bizim o şəxslərimiz veya bizim o gruplarımız bunu değerlendirebilmediler. Bunu istifade edebilmediler. O yükü taşıyabilecek tavana, güce, şəxsiyyətə sahip olmadıkları için o fürsət elimizden çıktı. Yani çünkü biz bugün çok buhrani bir şərait yaşamırıq. Baktığımız zaman bu şəraitin içerisinde elə bir teşkilatın, elə bir partinin, elə bir organizasyonun milli anlamda organizasyonun ortaya çıkmasını ben o kadar da mümkün görmürəm. Bakınız Xordad hadisesinde bütün Azerbaycan birleşti, bütünleşti, kenetlendi. Yani bütün farklılıklar, bütün rekabetler, bütün husumetler hamısı bir tarafa bırakıldı. Eyni hedef etrafında insanlar kenetlendiler, birleştiler, bir araya geldiler. Yani ortaya bir buhrani bir nokta geldiğinde böyle bir şərait yaranır. Yani biz bugün Güney Azerbaycan'ı temsil edebilecek ne bir lider ne de bir parti çıkartma şansına sahip değil. Yani hedefimizi bir defa doğru düzgün tarif etmemiz lazım. Bizim bugün ortaya çıkarabileceğimiz büyük teşkilatlar olabilir. Büyük siyasi teşkilatlar olabilir ama bu büyük siyasi teşkilatlar milli manada herkesi temsil edebilen bir teşkilatları olmayacağı çok açık. Çok açık. Ve belki bu büyük teşkilat zaman içerisinde milli bir şeye çevrilebilir. Eğer o bütün o özellikleri, bütün o şeyleri yerine getirebilirse. Yani dediğiniz çok doğru. Yani bunda herhangi bir şüphe yoktur ki bugün Güney Azerbaycan Milli Hareketi'ni temsil edebilen ne şahslar ne de partiler vardır. Veya Güney Azerbaycan'ın sözcülüğünü orada bunlar yoktular. Doğrudur. Bizim esil meselemiz de buradadır. Niye yoktular? Geldiğinizde bakınız bunun birçok sebebi var. Birçok sebebi var. Ben sadece bir sebebin üstünde durmak isterim. O da revanşinahtı sebep. Psikolojik sebep. Bana göre çok təyin edici bir sebeptir. Bakınız biz totaliter sistemin bir məhsuluyuz. Yani bir defa bunu kabul etmemiz lazım. Yani totaliter sistemin insanıyıq. Ve bu totaliter sistemin insanı bütün totaliter üzerinde araştırma yapan araştırma yapan bütün alimler bunu derler. Totaliter insan, rejim, buhranlı, ikiliği, çok müteaddit çelişkileri, paradoksları yaşayan insanlar yetiştirir. Örneğin mesela Hannah Arendt bunu iddia eder. Der ki totaliter rejimler doğru ve batilin, merzlerin ortadan kalkmış bir insan modeli yetiştirir. Çünkü onun için neyin doğru olduğu, neyin yaxşı olduğu belli de. Neyin yanlış olduğu da onun umurunda de. Çünkü o zaten öyle bir varlık ki erzişten boşaltılmış, değerden boşaltılmış, tehlikeye, kışkırtmaya açık, müsait, belli oranda da vicdani, insani ve vicdani duygusu batıl olmuş bir varlıklar. Böyle bir varlıklar yetişmiş. Hususen de baktığınız zaman İran İslam Cumhuriyeti bunu yetiştirmiş. Bu tipi yetiştirmiş. Bir taraftan İran İslam Cumhuriyeti'nin bu totaliter öğretisi, bir taraftan komünizmin, hususen Stalinizmin getirdiği kalıntılar, hususen İran rejiminin daha sonra ortaya çıkardığı falangist, faşist duygularıyla birlikte farklı bir insan modeli yetişmiş. Bu farklı insan modeli bana göre bugün G'arbide bahs edilen fertler, ferdiyeti yoktur. Ferdiyeti olmayan varlıklardır. Ve ferdiyeti olmayan varlıklar ve meçhul duygularına, dürtülerine, tekanelerine teslim olmuş çok küçük bir hadiseyle diğerler bir tesmal için bir Kayseri'ye yandırabilecek bir varlıklar ortaya çıkmış. O varlıklar dünyayı özlerin ağıllarıyla değil, dünyayı meçhul duyguların esasında görürler. Ve ondan bakırlar ve onlar için değer özlerinin dışında, özlerinin o küçücük
duygularının xaricində hər hansı bir dəyər yoxdur. Xaricdəki hər hansı bir dəyəri o kiçik duyğular üçün yox edə bilərlər. Qaranlıq varlıqlar. Bu qaranlıq varlıqlar olduğu sürəcə bir yerə gedilməz. Başqa bir yerə gedilməz. Və bu siyasi fəaliyyəti də böyük bölümündə mənə görə bu qaranlıq duyğulardan, bu dürtülərdən, bu yaralardan özümüzü sıyırıb təmizləyə bilməmişik. Yəni mən belə inanıram. Biz o Hizbullah kültürü ilə mübarizə edirik. O rejimlə mübarizə edirik. Amma o rejimin içimizdəki qalıntıları, içimizdə qoyduğu, içsəlləşdirdiyi, dəruniləşdirdiyi, bizi formatlərini, biçimləndirdiyi o varlıqdan uzaqlaşmır. O varlıqdan uzaqlaşmadığımız sürəcə biz o dediyiniz şeyə yetişə bilmərik. Mənim sözüm budur. Bu biraz qərib gələ bilər milli hərəkətimizdə bu kələm. Bizə bir xodsazi inqilabı lazımdır. Bizi özümüzü Azərbaycan Türk milli kimliyi dəyərləri əsasından yenidən formatləmə, yenidən biçimləndirmə, yenidən şəkilləndirmə və bizim inancımızı özümüzdən daha üstün, daha dəyərli, bizim eqolar daha kiçik bir varlıqlar yetişdiği zaman o mümkün olacaq. Bunu kim yarattı? Bunu o sistem yarattı. O sistemdən, fikri olarak o sistemlə mübarizə edirik, amma o sistemi içimizdə daşıyırıq. Və problem də buradadır. Qərbidə də yaşayan insanların birçoğunun maddi problemi yox. Əmniyyəti problemi yox. Heç bir problemləri yoxdur. Birçok sahədə də rahat zindəgil edirlər. Amma o içlərindəki o dəruniləşdirmiş, o totalitar insan varlıqlarından qurtulmayıblar. Və bundan qurtulmadığımız sürəcə də mənə görə əsl qurtuluşun mümkün olmayacağını düşünürəm. O gedə biləcəyimiz parti də oradan mümkün ola biləcək. Təşəkkür edirəm Arif Kəskin bəy. Mən bir yerdə oxurdum, fikrəm humanatıqdır. Sizin sözünüzün gücləndirim. Deyir, bizim tək isimizdə bir Xumeyni var. Doğru, kiçik Xumeyni var. Bəli, çox təşəkkür edirəm. İndi sözü verək biz hürmətli bizim Babək Bəxtəvər bəyə. Babək Bəxtəvər, siz bizdən gənc sayılırsınız burada. Özü də çox az müddətli Güney Azərbaycanı tərk edibsiniz. Siz xüsusən gənclər orada necə baxırlar məsələyə? Məsələn, bu milli parti məsələsinə, milli lider məsələsinə. Siz necə baxırsınız bu məsələyə? Siz bu fikirləri ki, burada yayıldı, bunları təyid edirsiniz. Nə artıra bilərsiniz bu söhbətlərə? Çox sağ olun. Mən ilk öncə Azərbaycan Federasyonundan və Uslodakı Azərbaycanla İşbirliyi Komitəsi və şimdi sizdən də burada təşəkkür edirəm ki, bu şərait hamımızı bir yerdə yarandı ki, biz buraya yığışaq və çox sevinirəm ki, sayğılı dostların hər birinizin özəlliklə elə hər birinizin Sayın Kamrani bəy və Arif bəy, Səttər bəy ilə həmçinin sizin kənarınızdayım. Dostlarımız burada nəzəri baxımından məsələyə yanaşılıb, rəhbəriyyət məsələsi, ya milli məsələyə çox gözəl, dəyərli sözlər dedilər. Ümumiyyətlə, genəldə mən qatılıram, yəni sözlərə. Mən o yöndən istəmirəm baxan məsələyə. Neçə baxımdan həm o saatə ekspert deyirəm, həm də təcrübə baxımından da özümü o səlahiyyəti qail deyirəm. Amma o sahədəki danışa bilirim, yəni fikirlərəm, praktik halətdə o təcrübə etdiyim, o sürəcdəki İranda olmuşam, Güney Azərbaycanda, Təbrizdə olmuşam və bu sürəcdəki dışarıda olmuşam, xarici də görmüşəm. Az müddətdə deyildi, 2005-ci septembrində mən xaricdə olmuşam və müəyyən dərəcədə partiyaları, qurumlarla da ilişkidə olmuşam. Məsələ buradadır ki, rəhbəriyyət sözü gələndə ortaya, nə tək burada, hər yerdə bir məşruiyyət məsələsi də gəlir ortaya. Yəni, qəbul olunması sözü gəlir və bu özü önəmli məsələdir. Biz baxaq görək, biz hansı çağda yaşayırıq? Aya bu günlərin 21-ci əsrdə, milli hərəkətdə, ya hər hansı bir siyasi hərəkətdə xarizmatik liderlər rol oynayırlar, aya 19-cu əsrdəki kimi, ya 20-ci əsrdəki kimi. Yəni, herolar, o fiqurlar
nə qədər önəmlidir. Rolları da. Rolları. Bəli, Sayın Arif bəy də, Kamran bəy də çox Arif bəy toxundu məsələyə. İstəyirəm bunu deyəm. Daxildə indi mənim fikrimcə, əgər rəhbəriyyət vardısa, əgər ehtiyac duyulursa, bu ən məşru yer daxildir. Onlar ilk orada mübarizə aparırlar, şəraitdədirlər, real şəkildə duyurlar məsələni. Başqadan bir sual edeyim. Siz daxildə çoxlu, məsələn, etiraz aksiyonu olur. Birdən eyləm edirlər, yığışırlar. Bunun necə təşkilatlanırdı daxildə, məsələn, Təbrizdə? Kim bunları xəbər verir ki, filan yerə yığışacaq? Bunun təşkilatçılığı, təşəbbüskarı kim idi? Baxın, biz İran hakimiyyəti hamını tanıyır. Mən oraya keçmirəm. Necə bir totaliter bir rejimdir, yəni faşist bir rejimdir ki, çox doğrudan sıxır içəridə. Burada bu cəhətdən o şəbəkə sisteminin ki, Arif bəy toxundu, o içəridə bunun müxtəlif bizim milli fəallar da söhbəti olmuşdu. Mən adlarını çəkmirəm, o məsələ var. Dəqiqən o şəbəkə əməl edirdi. Biz heç vaxt eləyə bilmirdik, mən özüm olduğum sürəcdə, biz heç vaxt eləyə bilmirdik ki, məsələn, konkret deyək ki, Təbrizdə hansısa qüvvət çıxacaqdır, elan verəcəkdir, çıxacaq filan yerə. Çünki bu imkansızdır. Məsələn, Qələ hərəkətində, məsələn, mən deyirəm, məsələn, gəlib də müxtəlif çeşidli şəhərlərdə qruplar var idi. Az-çox ya bunlar tanınmışlar, ya özləri o məşruiyyəti qazanmışdılar, ya verilmişdi indi bir qurum təvəssüsü ilə. Bunlar gəlirdilər, bəyanatlar verilirdi, filan olurdu və yığışılırdı, müəyyən gündə gedilirdi. Bunlara baxmayaraq yenə də problemlər olurdu. Niyə məsələn? 1383-cü ildə, 2004-də Qələdə 2 dənə qrup yarandı. Biri 9-10-un deyirdi, məsələn 10-11-in, biri də 18-19-un deyirdi. Yəni baxmayaraq bunlara bu tür şeylər də yaranırdı. Həman o santral rəhbəriyyətin olmaması, yəni burada bu problemlərə gətirir, çıxarır. Amma aynı zamanda da ona imkan olmadığı şəkildə də onu darmadağın eləmək imkanı da vermir. Yəni bu cəhətdən də təhlükədən qaçmaq imkanı vardır. Sənin vaxtı neçə yerdən bu gəlir ortaya. Yəni bu o yöndən. Mən bunu deyəm, içəridə konuya sizə qaydam o ki, deyəcəkdim. Bu məşruiyyət məsələsi. Odur ki, mən bunu deyəm, bir də reallıqla üzləşirlər içəridəkilər. Reallıq nədir? Nəyə gücləri çatır? Mən təsəvvür edirəm, özüm də buna uğrayıram. Yəni, eşiyə gələndə biz bir müddətdən sonra bilmirəm, ya fasilə açırıq, ya doğrudan bu təhlükəni hiss etmirik. Bilmirəm, nədənsə biz biraz təvəhhümə varırıq. Bilmirəm, bu nədəndir? Bizim hərəkətin gərək nəzəri məsələləri həll ola. Biz nəyə doğru gedirik? Amaclar müşəxəs ola. Xaricdə gəlirik, bir sürə çoxlu sözlər deyilir. Məsələn, biz görək hansı çərçivədə, bizim stratejimiz nədir, hara varmaq istəyirik və hansı sürəcdə bunu varmaq istəyirik. Bir amal vardır, ideallar vardır, bir də realizm vardır. Gəlir, bunları biz məntiqi şəkildə araşdırıb, bunu o sistematikləşdirməyincə, bizim hərəkətimiz amatorizm istə qalacaqdır. Bu, gerçək bir doğrudan narahatçılıq, duyuran bir şeydir. İndi biz baxırıq, kim böyük şüar verirsə, yəqin ki, səlahiyyəti artıqdır, yuxarıdır, belə anlama gəlir. Və bu qədər də, mən açıq deyirəm, saldırıların mənşəyi həmin o yerdən gəlir. Vaxtı sən müşəxəs eləməmsən, dəqiqən 35 milyon Azərbaycanla söhbət gedir, 30 milyon. İndi istatistiklə çox girişmirəm bu məsələyə. Bu milli bir hərəkətdir. Birinci müşəxəs bu ideolojik hərəkətdir, ideolojik deyil. Milli hərəkət ideolojik hərəkət ola bilməz. Bu 30 milyondan ki, sən söhbət edirsən, milli hərəkət söhbət edirsən, bunun içində çeşitli düşüncələr var. Bunu ən yaxşı duyan, mənim fikrimcə, onlar da ki, içəridə büyünən fəaldırlar. Ölələri vardır ki, 30, hətta 40 ildən çox sabiqə fəaliyyəti vardır milli hərəkətin içində. Bunlar daha o pragmatik halətdə, praktikdə necə hərəkət eləmək olar, bu kütləni səfərbər eləmək olar, hərəkətə gətirmək olar, onlar yaxşı bilirlər. Bu günəcəndə baxanda hərəkətin bu son 20 ili mən söhbətini edirəm, o qüvvə olubdur ki, hərəkətdə dalğa yaradıbdır.
Xaricdən mən şəxsən görmədim ki, xaricin içəridə hansısa bir hərəkətin yönətilməsində, doğulmasında, getməsində bir rolu olsun, ya əsas rol olsun. O bir supportiv rol olubdur. Və fikrimcə də rəhbəriyyət əgər istəyir söhbət edək, fərzən. Mən rəhbəriyyəti bir dənə santral yerdə görmürəm. Bir dəfə keçən il Günas TV-də Amsterdam konferansından sonra danışıq vardı. Orada da dedim ki, biz çeşitli etiraflar, koalisyonlar yarada bilirik. O dəngələr, o güclər ki, bir-birinə yaxındılar, elə bilərlər bir-birinə toplanırlar. Bir ekip daha yaxında bir-birlərə fəaliyyət göstərirlər. Və bir-birinə negativ istiqaq yaradan bir yöndə hərəkət etməyirlər. Biz xaricdə olan qüvvə, bu elə bilər ki, içəriyin səsi ola, ona supportiv rol oynaya və başardıqca paralelləşdirmə və common pointlar, onlar ki, o müştərək nöqtələri tutaraq bir-birinə paralel hərəkət edir. Bu iki gələk biz burada deyək, bir hansısa qurum, ya şəxs çıxacaqdır. Deyəcək ki, mən Dünya Azərbaycan Milli Azadlıq Hərəkatı lideriyəm, küllən sözsüzsüyəm, ya hər nə, indi müxtəlif adlar vardır burada. Onunla duracaqdır, deyəcək, ləqətim də mənəm, içəri də mənəm, eşik də mənəm, gedəcəm də, həll edəcəm də, bununla biz yerə vara bilmərik. Mən çox təşəkkür edirəm. Dostlar, siz fikirləri mən eşitdiniz bir-birim. Mən çox ciddi fərqlər görmürəm fikirdə. Yəni biz bu nüqsanı görürük indi. Bir problem var məsələn. İndi əgər hansınız istəyirsiniz bu mövzu ilə artıq bir zət artırasınız, buyurun. Olmasa keçək biz yeni suala. Bu mövzu ilə əlaqədar söhbətləri bir-birini eşitdiniz. Əgər siz bir şey artırsınız, Salih bəy buyursunlar. Mən biraz açıqlamaq istərdim məsələni. Baxın, burada konumuz rəhbəriyyət məsələsidir. Və rəhbəriyyət məsələsi deyəndə sistem məsələsidir, ondan paralel gəlir. Fərdiyyətlə toplum məsələsi kimi. Arif bəy doğru düzgün işarə elədilər Gramsci'nin təsbitlərinə, Machiavelliyə dayanaraq, insan tipinə daha doğrusu. Bu insan tipi bizim hərəkətimizdə də insan tipləri çəlişkilərin yaranmasına da səbəb olublar. O da nəsl təhlil sistemindən qaynaqlanır. Yəni, nəslilərdə fasilə olanda, insan tiplərdə fasilə fərqli olacaq. Bir nəsl fərqliliyi var, bir zaman dəyişimi fərqliliyi var. Yəni, fəlsəfi baxımında baxsaq, bizim içimizdə zaman baxımından Azərbaycan milli hərəkətinin yeni dönəmi postmodernizm dönəmində vücuda gəlir. Postmodernizm dönəmi Hannah Arendt'in təsəvvür etdiyi insan tipini qəbul edə bilməz. Eyni halda bu yeni hərəkətin hamilləri, daşıyıcıları yeni zamandan etkilənir. Ona görədir ki, İstər-istəməz Azərbaycan milli hərəkətində iki model ortaya çıxır. Bir model öncəki insan tipinə, demir amma yeni nəsildə öncəki özəlliklərindən heç yoxdur. Hər kəsdə daşıyırıq bir anlamda. Amma bu da açıq aydındır ki, geçmiş dönəmə aid faallarımızda öncəki tip daha qabarıq şəklindədir. Ona görədir ki, onların önərdiyi çözüm yollarında da biz bunu görürük. Məsələn, parti şəkli önərirlər. Görür ki, parti şəkli daha santralistdir, daha silsilə məratibə dayalı. Yəni, bu 20-ci əsrə aid bir model verə bilir. Heç günahı da yoxdur. İnsanların geyiniş tərzi, qəddi, fikri, təhsilatı, yeməyi, harada yaşaması onun fikrini də oluşturur. Zamanı da onun fikrini oluşturmasında insan tipini bəlirləyir. Ona görədir ki, o modelinə, santralistin modelinə, desantralistin model, şəbəkələr, zamanın tələbatı əsasında ikisi də var, heç birisini də həsb eləmək olmur. Amma sorun buradadır ki, bunlar üst-üstə düşəndir. Bu sorun içəri ilə eşiyinin məhz olmasında da özünü göstərir. Yaxşı, Xurdat, yəni Babək qalasına misal vuralım, sonra Xurdat hadisəsini misal vuralım. Onun dalısıca son seçim, Cumhurbaşqanı seçimində Azərbaycan duruşu və yaşıl hərəkətə yenə mövzəyə və duruşu. Baxın, ona baxanda çox biz desantralisti insan tipləri görürük.
o şəhər məsələsinə yaxşı işarə edəcək. Yəni Səttar bəy, indi bunu biz Azərbaycan coğrafiyasında da görürük. Yəni Təbrizin o zaman niyə Təbriz çox ciddi rol oynayırdı? O zamanki sistemdən dolayı, o zamanki insan modelindən dolayı Təbriz yenə də o əhəmiyyətini hifz eləyib, amma başqa odaqlar da yaranıb. Bu insanlarda da fərqlidir. Bu şəbəkə var. Misal üçün, Xurdad hadisəsində Ərdəbil, sanıram ki, bir Xurdaddakı Təbrizdə bu məsələ partlaq verir, qabarıq şəkildə. Hətta Təbrizdən bir gün qabaq Xoyda olmuşdu birincisi. Amma Təbriz əsas tutulur. Ərdəbildə 6-cı gün başlanır. Ərdəbildə hakimiyyət müəyyən bir saatda sitad-iqami namaz-cümə vasitəsilə milləti, mərdumi alladıb ora toplamaq istəyirdi. Amma ən azından Azərbaycan Milli Hərəkətində bu şəbəkələrdə bir sistem vardı ki, eləyə bildi o zamanı dəyişdirib, başqa bir zaman, özü istədiyi zamanda milləti xiyabana çəksin. Bu o demək deyər ki, Azərbaycan Milli Hərəkəti tam anlamıyla sistemin oluşturub, yox. O demək də deyər ki, Azərbaycan Milli Hərəkətində heç bir sistem yaranmayıb. Sorun nədir? Sistemlər, yəni bu şəbəkələr var. Şəbəkələrin bir-birinə qovuşmada o körpülərdə sorun var. Daha çox, yəni yeni mübarizə təşkilatlanma sistemində hər kəs öz çevrəsində rəhbərdir. Hər kəs öz çevrəsində rəhbərdir. Biz bunu daha çox təmin eləməliyik. Bizim bunun bu şəkildə olgunlaşmasının bir çox səbəbləri var. Biri nədir? Biri budur ki, Azərbaycan toplumu, Güney Azərbaycan milləti hala bir müəyyən, yəni müəyyən dediyində toplumun çoğunluğunu və milli hərəkətin çoğunluğunu misyon bəlirləməsində ciddi sorunu var. Arif bəyin konferansında diqqət eləsəydiniz, yəni öncə mən də bu təsbitdə, mən başqa bir variantına deydim. Azərbaycan Milli Hərəkətinin bir ayağı Tehranda, bir ayağı Təbrizdə. Mərkəz qaç, mərkəzə doğru. Azərbaycan Milli Hərəkəti niyə? Çünki çoxdur, böyükdür, tarixi rolu fərqlidir. Azərbaycan Milli Hərəkəti misyon bəlirləyənməyib hələ. Çünki Azərbaycan milləti, Azərbaycan Milli Hərəkəti hala yoldadır. Yolu qət etdikcə misyonun mahiyyətində də dəxalət edir. Bəlli bir misyona yetişməmişik. Misyon bəlirlənməsə, strateji də yəni, onlar hər şey misyon əsasında gedəcək. Strateji də o əsasda qurulacaq. Strateji bəlli ərzişlər, vəlyumlar əsasında qurular. Onun əsasında sloganlar, onun əsasında simvollar. Ona görə ki, Azərbaycan Milli Hərəkəti çaşbaş, bəzi konularda çaşbaş vurur. Bayraq əvəzində misyon seçir, üzr istəyirəm, simbol yaradır. Simbol yaratdığı əvəzində bayraq yaradır. Niyə? Misyon bəlirlənməyib. Bunların yerin, hətta şu sloganlarda belə təsbitləşməmişik. Yəni, bizim sloganlarımız bəlli bir müəyyən, müşəxəs sloganlarımız təsbit olub, daim, kərarən tikrar olmalıdır. Hər kəs, millətin tərkibi bəlli olmalıdır ki, biz nə istəyirik? Biz bunları çözməsək, lider, təbii ki, lider, hətta bu gün Amerika toplumuna biz misal verə bilirik. Yəni, mənim qənaətimcə, əgər Hizb-i Demokrat, bütün Hizb-i Cumhuriyyə Xalq Republikanların bu savaşçı siyasətinə rəğmən, Bush'un bu yanlışlıqlarına rəğmən, əgər Obama kimi karizmatik bir çehrələr olmasaydı, bəlkə də seçimi qazanılmazdı. Yəni, biz insanların, karizma insanların da rolunu heç zaman, o qaldı ki, bizim toplumları heç zaman rədd eləyə bilmərik. Bunu görməliyik. Çünki millətə enerji verir. Amma bizim sorunumuz bunu kəşf etməkdədir. Və ya zəmin yaratmaqda və o qabiliyyətdə olan insanlar özünü göstərməkdə də sorunları var. Onlarda da o sorun var. Ən gözəl nümunəsi Güney Afrika onu yaşayıbdır. Güney Afrikada Nelson Mandela bir karizmat rəhbərdir. Eyni halda çox demokrat bir rəhbərdir. Və toplum da o müsaadəni, onların hərəkətlərdə o müsaadəni də ona eləyibdir.
ki, bu zəminində söhbət çoxdur. Mən soç edirəm. Bizim birinci kasetimizdən neçə dəqiqə qalır? 5 dəqiqə qalır. Başqa Sattar bəy, sən Məncə bir şey əsas çox qısa bir şey deyim. Məncə bir dənə əsas amillərdən biz danışıqlarımızda ona toxunuruq, amma millətimiz bunu duymalıdır, bilməlidir və biz də bunu vurğulamalıyıq. Yəni bizim insanlarımızda problem var. Doğru. Amma unutmayaq, əsas problem sistemdədir. Əsas problem ölkənin başçıları, yəni indi açıqcasına adını desək İslam Respublikası, İranı yönətənlərdədir. Yəni siz təsəvvür eləyin, əgər elə bizim milləti gətirib bir dənə azad, demokratik bir ölkədə yaşasaydıq, həmən problemlərə düçar olacaqdı, məncə olmayacaqdı. İndi bunu unutmayaq. Biz yəni Molla Nəsrəddin məsələsinə gəlir, bu oğruda da suç var. Yəni əsas suç oradan gəlir. O yüzden mən dönə biz indi siz təsəvvür edin, içəridə izin vermir bizim insanlar açıqcasına otura sözünü deyə. Bunu nəzərdə alaraq bir məsələyə yumuşaq baxmalıyıq. Məncə bizim içimizdə gənclər, məncə bizim içimizdə gənə qeybi mərkəzimiz var, olacaq, yönətəcək. Ancaq şərait biraz fərqli. İndi deyəcəksiniz, xaricdə niyə bəs olmur? Bu maraqlı suallardır. Xaricdə də bütün hamı hərəkətin içində deyil. Niyə? Sistemin qorxusundan. Minlər Azərbaycanlı xaricdə yaşır. Tapa bilməsən onları bir dənə. Normal konsertdə də gəlmirlər. Çünki o bayaq dediyimiz problemlər də buna eklənir. Sayın Arif bəyin vurğuladığı mərkəz, çevrə filan, bunlar qalıb çelişkilər, yəni tam Salih bəyin də vurğuladığı bir sonuca yetişməyiblər. Biz nə etmək istəyirək? Çünki niyə qorxu var? Bu qorxular, bunlar hamısı səbəb olur. Bizim hərəkətdə belə bir boşluq var. Amma o boşluğun yeri mütləq də olacaq. Xaricə gəldiyimizdə də təəssüflə biraz mən buna balaca toxunmaq istəyirəm. Çünki xariclə içərini bir-birindən həm ayırmaq lazımdır, həm də bir bağlar var. Xaricdə olanlar siz təsəvvür eləmin elə belə rahat yaşırlar. Psixoloji problemləri var, ölkədən uzaqdırlar, vətəndən uzaqdırlar, ailədən uzaqdırlar, başqa bir iqlimdə yaşırlar, yeni bir sistemdə yaşırlar, düzdür, çox şeylər öyrənirlər, amma çox çatışmamazlıqlar da var. Siz bunu içəridə olan azizlərimiz bilməlidirlər. Biz içəriyə, xaricdə olanlar içəriyə hər hansı bir rəhbərlik iddiasında olmamalıdırlar, amma fikirlərini deməlidirlər. Fikirlərini də deyirlər, xaricdə təşkilatlanmayıblar bizimkilər, o cür ki lazımdır. Yoxsa ideal form nə olar? İdeal form deyək 10 ölkə var, 10 ölkənin hərəsində bir təşkilat yaranar, təşkilatlar oturar bir-birinə uzlaşarlar, bir ortaq şeyə gəlir. Amma təəssüflə baxırsan, nəhəng Almanımızda hələ bir yığıcan bir təşkilatımız yoxdur. O da biraz o bayaq dediyim səbəblər və biraz indi eklədiyim xaricin problemləri var. Amma biz ümid edirik bu yavaş-yavaş öz yolunu tapa və nəhayət bu bağlar qurular. Bir də içəri eşik rabitəsinə, eşikdən də, içəridən də eşiyə sağlam baxsınlar. Eşikdə problemlər var, amma eşik içərinin səsini dünyaya yayan bir toplumdur. Ona da güc vermək lazımdır. Sağ olasın. Bura kimi biz dərddən danışdıq ki, problem nədir? Sattar bəy artırdı bir şeylər. Siz, Arif bəy, istəyirsiniz bundan əlaqədar bir şey artıracaq ya Babək bəy siz, ya keçən mən yeni suala. Mən o vaxtda bir neçə kəlmə daha deyim bu məsələ haqqında. Bir dəfə hədəfimizi doğru tanımlamamız lazım, doğru tərif etməmiz lazım hədəfimizi. Əgər hədəfimizi gerçəkçi və real olaraq tərif etməsək, istədiyimiz nəticəni də almamız mümkün deyil. Güney Azərbaycan Milli Hərəkəti içərisində bugün şəraiti etibarilə ümumi milli liderin ortaya çıxması mümkün deyil. Ümumi milli bir partinin də, bir təşkilatın da ortaya çıxması mümkün deyil. İstər-istəməz Güney Azərbaycan Milli Hərəkəti çox parçalı, çox təşkilatlı və çox rəhbərli bir siyasi hərəkət olacaq. Bu bir məcburiyyətdir, bu bir zorunluluqdur. Sabah haqqımızı da alsaq, devlətimizi də qursaq, demokratik sistemin içərisində çox partili bir sistem olacaq. Təbii, xalq kimi seçərsə, idarə onun əlində olacaq baxdığımızda. Bizə mühüm olan və bizim için önemli olan məsələ budur ki, biz Qurtuluş Savaşı içərisindəyik. Qurtuluş Savaşı içərisində olan bir millətin
siyasi davranışı Kurtuluş Mübarezesi'ne uygun olan ve Kurtuluş Mübarezesi'ne de uygun olması lazım. Bugün bizler çok partili ve bu şebeke sistemini, çok partili sistemini, çok rehberli bu sistemin bir mecburiyet olarak kabul edirik. Burada mühim olan bu insanların arasında, bu teşkilatların arasındaki irtibatın şekli ne olmalıdır? Eğer irtibat rekabete dayalı olursa mesele değil. Ama eğer irtibat husumete, sitize, silmeye, hasre dönük olsa mesele oradadır. Yani eğer bütün insanlar başka teşkilatı, öz teşkilatından sonraki başka teşkilatı bir servet ve sermaye olarak görerse, onu yok etmeye çalışmazsa ve irtibatları bütün rekabet esasında tarif eləyərsə, bence biz çok büyük bir şey kazanabiliriz. Bugün bizim Milli Hareket'teki esası mesele irtibatların şekli ve mahiyeti rekabet değil, istizedir, çatışmadır. Yani elə bil ki bir futbol müsabakasındayız, yarışındayız. İki tim oynayır, yenilen, şişesiyen, uduzan sililir ve çekilir gelir. Yani bu tür siyaset, bu tür bakış açısı bizim Milli Hareket'te ciddi şekilde zarar verir. Bütün demokratik ülkelerde olduğu kimin bir parti seçimde de kaybettiği zaman o silinmeyebilir. Uzun dönemde devam edebilir. Onun siyasi sahneden silinmesi milletin eline bağlı. Milletin verdiği raya bağlıdır. Uzun dönem milletten raya alabilmezse zaten o sandığa gömüler, sandığa kuyulanar ve gider. Ama bizim de irtibatımız birbirimizle bu şekilde olmalı. Yani yok etmeye olmamalı. Bu onun ötesinde birçok insanlar birlikten, beraberlikten danışır. Hala birlik ve beraberlik böyle bir hedef olsa da, belki biraz el çatması çetin bir mesele olsa da, bizim eleyebileceğimiz en önemli mesele budur ki, yok etmeyek, silmeyek ama karşı tarafında oyun alanını daraltmayalım. Biz özümüz oynayabilmediğimiz yerde, iş görebilmediğimiz yerde, tesir koyabilmediğimiz yerde, müsbir olabilmediğimiz yerde başkaları faydalıysa, başkaları iş görebilirse, başkaları tesir koyabilirse en azından onun oyun alanını daraltmayalım. En azından ona engel yaratmayalım. Onu yok etmeyek. Yani bu mantık ki benim iş görmediğim yerde o iş olmamalıdır. Mantığı düz değil. Benim müstakil etmediğim Güney Azerbaycan istiklalını kabul etmeyen mantığı faşizan bir mantıktır. Yani o işi etmem ben göreceğim. Benim imzam olmalıdır. Benim rengim olmalıdır. Benim adım olmalıdır. Yok senin adın olmayabilir. Çünkü o işi başkası da görebilir. Başkası da görür. Yani başkasının gördüğü işi küçük görmek, hakir görmek, onu tebligat etmemek, onu hiçbir yerde göstermemek, bunlar düz değil. Yani Günah TV var. Günah TV Milli Hareket'te çok şey münekis elemir. Yani bu açıkta eşitsin. Münekis elemir. Niye münekis elemir? O işi onlar mı görmeleri lazım? Neye aks elemir? Mesela birçok mesele ki ben burada bugün bu Avrupa'da birçok yerde göre münekis elemir. Yani bu münekis etmesi lazım. Çünkü Milli Hareket'te olan haberleri, olan mevzuları münekis etmesi lazım. Hatta ona karşı da olduğu halde, onu kabul etmediği halde. Çünkü bu şekilde biz var olabiliriz. Nece ki onların elediklerini de biz de sağda solda himayet ederiz. Onların elediğini biz de sağda solda insanlara yayırıq, insanlara gösteririk. Bak öğrenmek istersen o televizyonu izle, o web sitesine gir. Öğrenmek istersen bunu ele. Çünkü biz de onu eleyirik. Biz de o tebligat eleyirik. Bu birlikte hareket edilebilecek bir yol. Benim partim bu işe imza atmadığı için ben bundan bunu yaymak istemiyorum. Bunu reddelemek isterim. Onu iş saymıram. Hatman o işi yere ben gören mantığı bizim Milli Hareket'te çok büyük bir zarar verir. Bu inisarçı zihniyetten uzak durulması lazım. Bu faşizan mantıktan uzak durulması lazım. İnsanlar bu hareketin içerisinde çok insanlar var. Birbirlerini kabul etmeyebilirler. Birbirlerini reddedebilirler. Ama bu meseleye geldiği zaman çünkü bizi birleştiren büyük bir güç var. Büyük bir enerji var. O da Azerbaycan'dır. Bir tane problem de var hürmetli Arif Kəskin bəy.
Siz buyurursunuz, məsələn, Günaz görə tamam xəbərləri yaya. O kamilən doğrudur, mən sizinlə razıyam. Amma vəsətdə ancaq sadə tənqid də, bəziləri şantaj siyasət aparırlar. Siz bunları görürsünüz də. Bu bizdə məsələ çox mürəkkəbləşib. Yəni bu şantaj siyasəti gediləndə o əvvəl gərək bu müşəxəs ola, təyin oluna ki, tənqid nədir, şantaj nədir. Ona xatir çətinlənib. O adamlar ki, məsələn, bəzi vaxt mən istəmirəm bir nəfərdən ad aparam, qeybət ola. Məsələn, Günaz TV-ni müttəhəm edirlər xəbəryanma. Bəli, onlar daimi, mən tanıram müəyyən, şantaj aparırlar, çox ağır töhmətlər vururlar. Yəni, dünyada bu qəbul olan bir şey deyil. Məsələn, bir televizyon gətirə bir nəfəri. Ki, buna çox sayğısızlıq, çox ağır ittihamlar vururlar. Amma xub, təbiidir ki, tənqidi fikirlər deyirlər, yayılar, sitələrdə, televizyonda. Mən bu fikirdən razıyam. Bizə problemdə mən fikir edirəm, amma bu... Elə bu dediyiniz var mesela, yəni Günaz TV haqqında o şantajı yayanlar zaten xəstə varlık olduklarını hiç kimse inkar etmir. Yani bu şekilde irtibat kurulması doğru değil. Yani senin sözün varsa, sözü diyebilirsen, iftira atmak, yalan demek, müttehim eləmək hiçbir şekilde doğru değil. Yani sen sözün varsa danış, zaten millet senin sözü eşitecek. Yani ama sen başlayasan iftira atmaya, yaman yoğuz demeye başladığın andan itibaren sen daha milli əxlaqi mərzdən çoktan çıkıbsan. Çoktan çıkıbsan. Yani buna hiç şüphesiz Günaz TV bu milletin bir sermayesidir, bir servetidir ve milletçide çok büyük hizmeti olup da olacak da. Bizim ondan bir şüphemiz de yok. Onun aleyhinde farklı şekilde yazı yazanları zaten biz bugün de çoktan zaten o adamları görmek de istemirik. O adamları zaten kabul da etmirik. Yani bundan daha açık değiliz. Çünkü o mentik, o danışık terzi bir tür xəstəlikdir. Biz birbirimizi reddedebilirik, birbirimizi intikad edebilirik. Bu bizim hakkımızdır. Yani sizin düşüncenizi ben reddedebilirim, benim düşüncemizi sizi reddedin. Hiçbirimiz mütlak hakikatin meyarı değilik. Ama danışmamızı, siyasi rəqabətimizi, siyasi ixtilafımızı belli ilkeler ve prensip esasında olmalıdır. Doğru. Bunu aşan tabii ki mənə göre milli hərəkətə fayda vermir. Tam tersine milli hərəkətə zarar verir. Ayrıca öz abrusunda apar. Özüne de zarar verir. Yani karşı tarafa o yaman yoz yazarak, o şantaj yaparak, onu farklı şeylerle müttehim eləyərək bir netice almayı düşünürse çok büyük hatayı. Çok büyük hatayı. Çünkü millet ona inanmayacak da ve bu milliyetçide bir şekilde samimiyetle bağlı olanlar da narahat olacak. Narahat olacak. Birini kaçakçılıktan tut başka şeylere müttehim eləmək herhangi əxlaqi derecede düz değil. Bunu böyle açık şekilde diyebilir. Bu başka demokratik ülkelerde məhkəməyə başvurulacak bir meseledir. Məhkəmədə bunun cezası da vardır. Ben şikayet ederim, sen bana bunu deyipsen, istersen sabit elə. Sabit eləməsən də bunun cezası var. Yani sen başka tarafları istediğin şekilde danışma hakkına sahip değilsin. Biz zaten meselemiz budur. Meselemiz budur. Yani problem de buradandır. Biz deyirik ki ihtilafımız olabilir. Farklı noktalarda olabilir. Ama irtibatımızı, birbirimize danışık terzimizi öyle bir yere koymalıyız ki birbirimizi yok etmemeliyik. Birbirimizi bitirmemeliyik. Enerjimizi birbirimize dönük eləmemeliyik. Ben televizyon kuracak bir adam değilim ki. Ben televizyon kuracak bir adam olmadığı için bir insan kalkıp bir televizyonu kuruptu. Benim onu yıkmak için əxlaqi olarak, siyasi olarak herhangi bir hakkım yoktur. Yani hiçbir yoktur. Ya ben bir web site kurabilmirəm. Kalkıp biri bir web site işledirse ben onu yok edebilmərəm. Ama aynı zamanda partilerin de ve diğerlerinin de başkaları da bu işi görmemesi lazım. Yani bu bir milli ve umumi bir hakim prensip olması lazım. İhtilaflarımızın mərzi, sərhəddi, dayandığımız noktalar belli olması lazım. Herkesin elindeki imkanı da inisargər
və təkəlci şəkildə istifadə etməməsi lazım. Bu milli hərəkətdəki olan xəbərlər, olan işlər münəks olması lazım. Bilinməsi lazım ki, hərəkətlər olur, işlər olur. Bunlar insanların çoxu eşidə bilmirlər, görə də bilmirlər. Yəni biz nədən danışırıq? Biz zaten milli hərəkətin əsası o patolojik yerindən danışırıq. Doğru. Əsası xəstəliyindən danışırıq. Əsası xəstəliyimiz nədir? Öyle mərkəz görürük ki özümüzü. Elə hər şey məndən başlayır və məndə də bitəcək. Məndən başlayıb, məndən bitməyən heç bir şey yoxdur deməkdir. Və varsa da inkar edilmək, üstünü örtmək və onu silib atmaqdır. Bu bugünkü dünya məntiqi ilə nə mümkündür? Ki mümkün də deyil. Zaten ittilaat, bilgiler, informasiya hər duvarı dələrək geçip gedir zaten. Çünkü min tür imkanlar var bunun müntəqilliyi için. Eyni zamanda milli inanca mensup olduğum için əxlaqi olarak da düzləyir, milli olarak da düzləyir. Ona göre biz çok partili bir şey yaşayacağız. Çok siyasetçi, rehberli bir şey yaşayacağız. Ama o zaman nəticə alabilir ki, irtibatımızı doğru düzgün tərif edebilək. Biz rəqabət çərçivəsində qalmalıyıq, əxlaqi prinsipləri müraat etməliyik. Karşı tarafının yok olmasını değil, yok olmasını hedef alan her şeyden uzak durmalı. Bunu olursa dediğimiz bugünkü kurtuluş mübarizesinde özümüze bugün olduğumuz şəraitte müsbət nəticə alabilirik ve gelecek içinde önemli adımlar da atabilirik. Çok teşekkür ederim. Babaş Bey, buyurun, siz bir şey artırırsınız. Ben olduqca mükəmməl çıxış etdi Arif bəy. Mən istəyirəm də o deyəm ki, o şantaj, təxrib xas fəqət bir orqanlara da yəni demək olmur. Yəni məsələ bu yəni məsələ indi bir veb-sayt olur, gəlir kimsə oradan kullanır, hansısa bir şəxsə ya hansısa bir şeyə, bir quruma saldırı yapır. Təbii ki, bunun deyərlər bir refleksiyon olacaq da, bunun əksləməli olacaqdır. Yəni biz belə düşünürəm ki, bugünkü dünyada Cumhur İslamı kimi bir daha totalitar rejim, hətta Çin kimi baskı yapıb, düşüncələri sıxıb, boğma ilə filanla, ya hansısa hədə qorxu ilə kimsə sustura bilmir. Gəlir media vasitəsi ilə müxtəlif geniş elektronik, fəza fərqlidir. Bunları biz görməliyik. Bir də bir söz ki, hərəkət yavaş, nizm hərəkət bugünə kimi yaşı azdır, yəni gənc bir hərəkət, yeni çağdaş hərəkətdə söhbət edirəm. Təbii ki, bunun tarixi boyutu var, mən oraya keçmək istəmirəm. Bu oğucu amatorizmi yaşayıb. Biz əgər xüsusən gənc bir hərəkətdir, bunun kadrları yetişməyə, olgunlaşmağa doğru addım atmalıdır. Əqlaniyyət gəlməlidir hərəkətə. Biz əgər o istiqamətdə addım atmasaq, indi yəni biz demək olar bir dənə o dialektik baxımda istəsək, bir dənə keçid gözəl nöqtəsindəyik, bir dənə təğyir ikən, bir dənə keyfi bir dəyişiklik. Mən buna bohran deyirəm, yəni bu hərəkətdə bu müsbət bohrandır, mən qiymətləndirirəm və fikir edirəm ki, əgər bu gənc nəsil gəlib olgunlaşsa, kadr əlavə olsa, o yetkinləşsə, əqlaniyyət gəlsə hərəkətə, biz o əqlin gəldiyi yerdə o şantaja yer qalmayacaqdır. Çünki o suyu bulandıranlar, tamam şey deyənlər, o nöqtəyə nəzərdən az gətirirlər. O yerdə ki, məntiq vardır, o yerdə ki, diyaloq vardır və bilgi var yetərincə danışığa, o yerdə məntiq, şantaj utuzur. Onlar heç onu dəstəkliylə, saldırı ilə gəlirlər, meydana gedirlər, hər kimsə olur olsun. Onlar bu boyutda axsaqlıqları vardır, onu doldurmağa çalışır mənim fikrimcə. Bunun da yolu, çözüm yolu odur ki, xüsusən o insanlar ki, mən demirəm, biz olan işlərə, keçmiş nəslə hər bir kəs ki, bu yolda addım atıbdır, onlara sayğı göstərməliyik. Çünki onu baltalamaq, onu vurmaq demək, oturub ağacın üstündə ayağı kəsmək deməkdir. Amma o nəsli ki, bu hərəkətin doğmasıdır, oradan çıxıbdır, gəlib deşiyə, elə o birisi nəsli, keçmiş nəsli ona dayaq durmalıdır, ona yardım etməlidir, onlar burada professionallaşmalıdırlar, müxtəlif çeşitli sahələrdə kadrlara çevrilərdilər. Bu hərəkətin məntiqi və əqlani və o neytral yöntemdə aparacaq qabağa və o saldırı yapanlar, onlar ki, şantaj edirlər kimsə, hər kimsəni, onlara meydan daralacaqdır. Bu bizi, məncə, uğurlu bir gələcəyə doğru apara bilir. Çox təşəkkür edirəm. Bura kimin biz dətdən danışdıq. Dət nədir?
təbiidir, fərz edin birdən indi də qışdır burada, hava soyuqdur. Adama soyuq dəyəndə, qızdıranda gedir deyir mən qızdırmışam, istəyir əlac oluna. İndi biz dərdi danışdıq, problemlər budur. Mən bu söhbətlərdən belə başa düşdüm ki, indi bizim problemi iki cəhətdən baxmaq ola bilər. Bir, müxtəlif səbəblərə görə ki, dostlar aydınlıq gətirdilər, ola tarixi səbəblər, diktatoriyanın hakim olmağı, hərəkatın cavan olmağı və digər və s. səbəblər bais olub bizdə bir seri mənfi fərdi xüsusiyyətlər var ki, bu öz yerində mane olur ki, bu hərəkət o düzgün formada inkişaf tapa, tərəqqi tapa. Bu bir məsələ. Söhbət budadır, bu fərdi xüsusiyyəti nazır bu mənfi enerjinin yerində bu müsbət enerji yaradaq. Bu problemi nazır həll eləmək ola bilər. İkinci sualın ikinci hissəsi də, bu problemin ikinci cəhəti də bizim təşkilatlardır. Biz, bəli, burada işarə olunur ki, biz şəbəkə formasında əməl edirik, düzdür. Çoxluqdur, bir pluralist hərəkətdir, bura hamısı düz. Amma biz əgər istəyirik yaxşı nəticə alaq, gərək bunlar eləyə bilərlər. Bu çoxlu formada, şəbəkə formada yerləşən təşkilatlar sentral formada birləşərlər, sentral formada. Yəni bu təşkilat aradan getmə deyil mənə. Biz bunu müxtəlif adlarla adlanır. Birdən deyirlər cibhədir, şuradır. Biz görürük da dünyada bu cür işlər olur. Belə bizim öz tariximizdə də bu işlər olur. Söhbət bizədir, biz bu problemi indi necə həll edə bilirik? Yəni, məsələn, təşkilat borudindən düzdür biz şəbəkə kimi əməl edirik. Bəli, onlarda da əgər tək-tək baxaq bu təşkilatlara seriyoz problemlər var. Misal üçün biz azad, dünyanın azad ölkələrində yaşırıq. Demək ola bura Avropada, Amerikada, Kanadada üst-üstə yığasan bizim 10 dənə kadrımız yoxdur. Yəni tərəf sübhdən yuxudan dura bunun məsələsi işi Azərbaycan məsələsi olar. Amma əgər müqayisə eləyək məsələn özümüzü kürdlərlə, burada Asurlularla, Ermənilərlə, onların Stokholmda kadrları var, işləyənləri var. Bəziləri də mən bilmirəm bu nə qədər elmidir ya elmi deyil. Deyirlər bir dənə təşkilat mütəşəkkil olmağın əsas səbəblərindən, yəni faktorlardan ki göstərir, o kadr yetişməsidir. Biz özümüz istədik gedək ingilisə, orada bir kadr yoxdur ki, gələ məsələn, orada şuarları yazar, gedə icazə, hamısı bu cür könüllü olaraq bu işi görürlər. Söhbət buradadır, bu nöqsanları bizim hamımız görürük. Mənim sualım elə istəyirəm Salih bəydən başlayam. İndi biz bu problemləri görürük, hamımızda çox açıq aydın dostlar işarə edirlər, Arif bəy deyir, bizim milli partiyamız yoxdur, milli lider yoxdur. İndi biz problem. Biz, sual budur. Mən məsələn, indi biz burada yığışırıq. Neçə gün bundan qabaq siz də vardı, Salih bəy, elə Sattarın özü də vardı. Getmişdik, informasiya kampanyası aparırdıq siyasi məhbuslarla bağlı. Bunu bir dənə milli borcu gibi görürük. Bunu bir problem görürük. Niyə bu məsələni biz problem görmürük? Ki bizim təşkilatlarla. Niyə bu fərdi xüsusiyyəti problem görmürük siyasi məhbuslar kimi? Çünki siyasi məhbusların əgər istəyir məsələsi həll edə, bu yoldan gedir. Bu fərdi xüsusiyyət, bu mənfi xüsusiyyət həll olar. Biz də eləyə bilək, mütəşəkkil olaq ki, işlər gedə baba. Bunu siz bir hüquqşünas kimi, biz nə etməliyik? Naciz cəmaətə göstərməliyik millətə. Ki, bu bizim milli borcumuzdur. Necə siyasi məhbusda müdafiə edirik? Mütəşəkkillənmək də bizim milli borcumuzdur. Mübahisəmizin birinci hissəsindən mən də dostların nəzərlərindən bu nəticəyə yetişdim ki, bizim millətimiz və hərəkətimiz daha artıq yeni dönəmə ayıq qoyub və yeni dönəmə aid də biz sistemləşmə və proqramlaşmağa, fikirləşmək məcburiyyətindəyik. Liderlik və yönetim sorunu da bu kontekstdə baxmaq gərək. Əlbəttə, siz hüquqi açıdan məsələn soruşdunuz. Hüquqi açıdan bu məsələyə heç bir cavab yoxdur. Yəni, hüquq, bilirsiniz, gərəkləri birləndirir. Belə olsun, bu cür olsun, bu cür olsun. Bu bir siyasi və daha doğrusu müdiriyyəti və eyni halda sosiolojik bir bəhsidir. Rahəllər, çözüm yolları ki, bura kimi veriblər, iki model arasında olubdur. Bizim milli hərəkətin içərisi ilə və eşiyi ilə müqayisədə. Bir model, o bayaq bəhs elədiyimiz kimi, geçmiş insan tipindən qaynaqlanan, o santral, rəhbərli,
silsilə məratibə dayalı o modeli təcrübəyə gətirməyə çalışıbdır. Bəlli nəticə, yəni görürük ki, bizim sorunumuz həll olmayıb. İkinci və ya daha geniş model ki, bunun variantlarını biz çox içəridə görə bilirik. Sistemləşməni şəbəkələşmə ilə başlayıb. Şəbəkələşmə ilə başlayıb. Amma bu çox naqisdir. Hələ nəticəyə biz yetişənməmişik. Bu arada bir çoxu sadiqanə, bir çoxu da populisti hədəflərdən, populisti bəzi kəlmələr, içərilər boşaltılıb, daha populizmi gətirməyə, populizmə xidmət eləməyə üçün. Məsələ, o kəlmələrdən biri birlikdir. Bilirsiniz, məzhəbi rejimlərdə dünyada təcrübə olunmuş, şəffaf olmuş kəlmələri buraxıb da ibhamlı sözlərdən danışarlar. Məsələn, biz gəlmişik ədaləti yayaq. Ədalət nə demək? Ədalətin meyyarları nədir? Ədalətin meyyarları bu günləri təcrübə olunmuş insan haqları sistemləri ortaya qoyub. Amma o işlərinə yaramadığı üçün ədalət kəlməsini kullanır. Demokrasını buraxıb deyir ki, demokrasi hamam tohiddir, diktatoru da hamam şirkidir. Yəni, daha qarmaşıqlıqda mənafeyini axtarır. Bizim milli hərəkətdə bir çoxu xoş niyyətinə birlik çox gözəldir, hamı sevir. Amma ortada bir hamıya, hər kəsə ölçülə bililir, təfsir oluna bililir, bir şey yoxdur. Bu birləşmə modelini nə cür gətirəcək? Bu sistemləşməni necə? Mən bir misal verim, üzr istəyirəm. Biz misal üçün getdik Londona, Saqqabərdə iştirak eləmişdik. Neçə parti, təşkilat və şəxslər informasiya vasitələri himayət eləmişdilər. Yəni, bir müəyyən işbirliği platformun əsasında biz bir işbirliği aparıq, müəyyən platformun əsasında. Mənim nəzərimə bu cür istəyirəm deyəm. Bunu niyə bizim yurttaşlarımız milli borcuları görmürlər? Bu cür bir demokratik, pluralist, işən müsbət baxalar. Necə biz siyasi məhbusdan difə edirik? Çünki biz siyasi məhbusdan və hər halda görə bunun bir tərəfidir. Bu qurtuluş yoluna verilir. Bizim demokratik işbirliği aparmaqdır da. O milli partiya ki, Arif bəy işarə edir, ya milli lider, eləyə bilər bu işbirliklərindən düzgün formada çıxar. Niyə biz burada çox mənfi müqavimət görürük, mənfi enerji görürük, çox töhmət iftiralar vurur. Bunu biz necə həll eləməliyik ki, bunu çevirək bu hissiyyat yaranan insanlarda ki, bu özlərinin milli borcu hiss eləyərlər ki, bundan himayət edir. Elə sizin bu sualınızın doğrultusunda mən bu mübahisəmizin ikinci bölümdə icabı məsələlərə doğrulacağım, onu deməyə çalışacağım və onun üçün bu müqəddəməni gətirirdim. Oldu, çox gözəl. Onun üçün bu müqəddəməni gətirirdim. Bu birlik hərəkətləri, yəni birlik istəyən, dedim ki, birlik müqəddəs bir şeydir və lazım bir şey. Amma biz bir şey, bunların hamısını o ibhamdan çıxartmaq istəyir. Yəni, demokrasi əgər istəyiriksə, demokrasinin gərəklərindən biri budur ki, hər şey şəffaf olur. Doğrudur. İlkələr məxsusən şəffaf olmalıdır. Burada niyə bu mənfi müqavimətlər görsənir? Niyə biz lazımi sistemi qura bilmirik? Əlbəttə, biz hər şeydə suçlamamalıyıq. Biz bəlli ölçüdə çox müsbət və gözəl addımlar atmışıq. Doğrudur. Hətta başqa millətlərlə, başqa etniklərlə müqayisədə onların bütün o kadrlaşmasından rəğmən mən elə düşünürəm ki, onlar bizim qədər hərəkət eləyənməyiblər. Bizim hərəkətimizin modeli fərqli bir modeldir. Fərqli modeldir. İndi, niyə o birliklər yaranmır? İstədiyimiz sonucu almırıq. Baxın, bir saxtamanı düzləmək üçün öncə onun pəncərəsindən başlamazlar. Öncə onun gəlib bu səqfini vurmazlar. Sütunu vurmaq lazımdır. Sistemi qurmaq üçün də sütunları görməliyik biz. Sütunlar birləşdirici, birlik sonucdur. Saxtamanın bütövləşməsidir. Birləşmə, birləşdirici əməllərdən keçər. Yəni, əsas burada birləşdirici əməlləri tutmalıyıq. Əməl, misal verəcəm, tekst olmalıdır. Bu əməllər belə seçilməlidir ki, ən çox qrupları, ən çox şəbəkələri
və ən çox insanların mənafeyini orada əks etdirən. Yaxşı, məsələn, ana dilimiz. 2. Milli günlər məsələn. Milli günlər və milli üstündə tartışılmayan şəxsiyyətlər. 3. Zindanilər. Zindanilərdən müdafiə eləmək. Biz birləşdirici əməllərimizi bütün şəbəkələrimizlə içəridə və eşikdə fərqi qoymadan bunlarda biz bunları gündəmimiz bunlar olmalıdır. Çünki istəyirik birləşməni təmrin eləyək. Əgər bizim yəni insanlarımız orada zindandadır, şikəncə görürlər. Buradakı insanlarımız onları müdafiə eləmək üçün yığışmırlar bir yerə. Madam ki, bunlar bir yerə bizim birləşdirici əməlimiz üçün yığışmırlarsa, yəni bunu təsəvvürü qeyri-mümkündür ki, bunlar o çatını qurmaq üçün bir yerə yığışarlar. Yəni, öncə təmrin lazım. İndi dil örgəşmək üçün öncə o sözləri, ümumi da formulları örgəşmək üçün dillə danışmaq olmaz ki. Birləşdirici əməllər kölgədə qalır. Hər kəs istəyir ki, o son nöqtəyə yetişsin. O son nöqtəni hədəfləmək misyondur, düzdür. Amma ora yetişmək üçün birləşdirici əməlləri biz əsas tutmalıyıq. Və bu birləşdirici əməllərdə kim nə qədər çox can qoyarsa, nə qədər çox enerji qoyarsa, təbii ki, o çox şəbəkələrdə ona aid olacaq. Və o daha çox ağırlığını da ortaya qoyacaq. Biz biraz bu birləşdirici əməlləri də təmrin etməliyik. Burada içəri ilə eşik məsələsi ortaya gəlir. Bizim hərəkətimizdə bütün bu şəbəkələrə və onlarla uğraşan insanlara maalesef lazımi güvəni yarada bilməmişik. Lazımi əmniyyəti yarada bilməmişik. Hər kəs yəni Cumhur-İslami, yəni baskı ilə ilgili demirəm, o başqa hamımızın məsələmiz. İnsanlar öz durumundan əmin deyil. İnsanlar ləkələnməkdən, insanlar şantajdan, insanlar görünməməkdən, insanlar bunlardan qorxur. İnsanlar hüviyyətindən qorxur. Bəzi çevrələr öz varlığını başqasını inkar eləməkdə axtarır. Bunun formulu birləşdirici əməlləri tutmalıyıq biz. Mən belə düşünürəm. Baxın, Xurda hadisəsi niyə yarandı? Hamı çıxdı, yəni ümumi məsələ buydu. Haray, mən türkəm. Çünki o hüviyyət hədəf alınmışdı. Başqa şeylər, çox şeylər vardı. Amma onun üstündə birləşdi. Onun üçün şəbəkələr getdi. Amma biz desəydik ki, gəlin birləşək, xiyavana tökülə bilək. Mümkün olarmı bu? Niyə o birləşmə ittifaq düşdü? Həyəcanı bir şey deyil ki, yalnız. Ondan öncə çox təmrinlər olmuşdu. Dilimiz nədir? Kimliyimiz nədir? Sorunlarımız nədir? Onu millətlərə çatdırmışdı. Şüarlar bir həddə getmişdi. Xiyavanlar yazılmışdı. Yollar yazılmışdı. Təmrin olmuşdu. Bu birlikdə hərəkət eləmək müəyyən mənada təmrin olunmuşdu. Bunu biz hərəkətin bütünlüyü ilə içəriləşikli təmrin eləməmişik. İçəridən bəzən eşikdəkilərə mekaniki baxılır. O həddə mekanikli baxılır ki, deyir ki, eşikdə olanlar yalnız bizim səs gücləndirimiz olsun. Eşikdəki hüviyyəti xətərdə görür. Eşikdəki nədir baxır içəridəkinə? Eşikdəki də içərini tanımadan o müqəddəməni, kərpişləri bir-bir qoymadan istəyir saxtaman düzəsin. Bu da olan bir şey deyil ki. Bu da olan bir şey deyil. Yəni, burada hər ikisi bir-birinə güvən verməli. Bəzən elə bir mekaniki nöqtəyə yetişirik ki, adam 20 il içəridə mübarizə eləyibdir, sabah əygın gəlir Türkiyəyə, oldu xaric. Deyim, mənim səs gücləndiricim olsa. Eşikdəki də sanki orada bəzilərini deyirəm, orada o cür bir şeylər yoxmuş ki, bu mühüm hədəfləri, o sorunlar ki, birlikdə çözməliyik, onları çözməyə qalxır. Diqqət görürsünüz. Bu bizim sorunumuzdur. Yəni biz hədəfi taktik seçib onu çözməyə çıx qalxırıq. Amma burada yol nə mənədir? Yol bəlli olan bu oldu ki, biz
çox şəbəkəli sistemi uyğun görürük. Bizim yəni mahiyyətimiz də budur. Bu şəbəkələri gücləndirib və birləşdirici əməllərlə şəbəkələrin körpülərini vurmaq içəriləşdir. Yəni, Diasporanın diaspora görəvi bəlli şəffaflaşması. Bəzən deyirlər ki, içəridə baskı var, ona görə bu birləşə bilmir. Rəhbəriyyət yaranmır. Siz fikriniz... Amma biz baxırıq bura, İsveçdə biz oturmuşuq. Bu İsveçdə bizim üçün hansı baskı vardır? Niyə Azərbaycanla burada birləşəmir? Yəni o da bir faktordur, mühüm bir faktordur. Amma bu faktor burada yoxdur axı. Niyə birləşəmir? Demək ki, qafalar birləşəmir. Demək ki, birləşdirici bir yolda insanları toplayanmırıq. Dərdi anlamışıq. Amma bu dərdi nə cür aradan aparmağa bir müştərək formul tapa bilməmişik. Burada mən, yəni gen sözümü bəlkə təkrar olur, nümunə olaraq bizim çox gözəl münasibətlərimiz var. Ələn baxın, Urumi gölü qurumaqdadır. Yəni Urumi gölündən müdafiə eləmək üçün hansı milli insan, hansı milli şəbəkə, şəxsiyyət deyə bilər ki, bu milli müştərək məsələ deyir. Biz Urumi gölündə toplaya bilsək özümüzü, məsələn bu İsveçdə 200 nəfər bir yerə toplana, yaxşı, aya bu özü bir müqəddəm olmur o birisi birləşmələrə. Biz bundan hansı təmrin elədik? Niyə bunun üstünə getmirik? Məsələn deyirəm, bizim ümumi birləşdirici o qədər gündəmlərimiz vardı ki. Amma hamı istəyir ki, ən son, bir çoxu var gerçəkdə. İstəyir ki, ən son sorunu, ən son sorunu həll eləsin. Ən son sorun nədir? Rəhbəriyyət. Deyim, mən rəhbər olum. Bayraq məsələsi. Mən dediyim bayraqdır. Diqqət verirsiniz. Hələ sabah başqa şeylər çıxacaq. Nə milli himn, falan, bir çox şeylər gələcək qabağa. Bunlar bizim məhsulumuzdur. Biz heç müqəddəməni hələ bir çoxunda tey eləməmişik ki. Mən bu qədər, yəni bu konuda bu qədər. Təşəkkür edirəm. Gələ də sizdən eşidəcəyik. Problem budur, bu şəbəkədən ki, Adapardı, Salih bəy də işarə elədi. Problem budur ki, bu şəbəkələr həmişə eyni sözü demirlər. Doğrudur, onların mövqeyi bir-birinin üstünə düşəndə çox geniş hərəkət olur, xüsusən daxildə. Biz bu İranda bu yeşil hərəkat tapılandan sonra gördük ki, elə bu şəbəkələr adlandırırıq burada təşkilatlar. Bura çox ziddiyyətli mövqelər qoydular ortaya. Bu, mən fikir edirəm, bizim öz hərəkətimizdə çox böyük təhlükədir. Yəni, biz öz içimizdən enerjimiz məsraf olar ki, biri deyildi, bəziləri deyildi, qatılım bu hərəkətə, bəziləri deyildi, yox. Ümumi halda bir müəyyən, bir güclü, sentral quvvə olan bir millətin adına, nəinki hamının, yəni təşkilatların çoxun, şəxsiyyətlərin çoxunun adına bir vahid, müəyyən mövqedən çıxış eləyən çox təəssüflə olmadı. Bir dağınıqlıq var idi. Siz buyurursunuz ki, işlərin, bəzi işlər var, məsələn, siyasi məhbuslardan əlaqədar, Urmi gölü ilə əlaqədar, biz gərək çalışaq, millət birləşək. Doğrudur. Mən istəyirəm bu sualı bu cür biraz izahatla üzümü tutan Səttar bəyə. Ola bilər ki, biz bu cür baxaq. Biz istəyirik ki, biz o proses, o gedişatı elə cəhətə yönə salaq ki, bizim milli mənfəətlərimizlə uyğun ola. Bunu tarixi təcrübələr nişan verir. Avropada da koalisyon, yəni neçə parti yığışanda ömrü az olur, yəni subat az olur. Biz birdən bu tür şəbəkə fikir eləyək ki, məsələn 100 dənə, 200 dənə, 1000 dənə kültürel, siyasi təşkilatlar var. Bunlar bu hərəkatı qabağa aparırlar. Bu olan işlər uzun müddətdə. Yəni bu cür gedənməz qabağa. Bundan imkanı mənim şəxsi düşüncəm budur. Zərərli çıxa bilir. Məxsusən o ziddiyyətli mövqelərdəki qoyurlar qabağa. Sizin nəzərinizə Səttar bəy, bu cür olmaz ki, biz bu şəbəkəni ötürək, gücümüzü qoyaq, bir dənə, 2 dənə, ya 3 dənə, 4 dənə seriöz təşkilatlara, nisbə halətdə çalışaq ki, özümüzlə yardımcı olaq. Bunu da informasiya vasitələrində millətimizə aydın gətirək. Buranın işbirliğindən bir sentral təmsilçisi yaradaq.
bu hərəkətə. Bunu siz bu fikri düzgün bilirsiniz? Yəni mən də sizə qatılıram. Çünki keçici hərəkətlər ola bilər. Çox yüksək səviyyədə də biz bəzi etirazlar eləyə bilərik. Urmu Gölü üçün deyək bir 10 dənə aksiya keçirdik. Sonrası nə olacaq? Yəni bizim çıxış yolumuz təşkilatlanmadır. Yəni nəhayət bütün dünyada sabit olunur. Sənin bir organizasyonun olmasa, sənin bir təşkilatın olmasa, istədiyin sonuca yetişə bilməyəcəksən. İndi bu yolu getmək üçün mən çox da negativ baxmıram, yəni olumsuz baxmıram məsələn. İndi bəzi sözlər səslənir. Ona görə bir sürü şeylərə, indi yadımda qalan şeylərə toxunacağam. Birinci içəri ilə eşik. Eşikdə mən çox olduğum üçün, yəni burada demək olar, biz Əli bəy deyil mənlə bəlkə, 85-dən eşikdəyəm. Eşikdə hər hansı bir qılcım içəridə olur, eşikdəkilər ona sevinirlər. Bütün çətinliklərə baxmayaraq, bütün iddialara baxmayaraq sevinirlər və onu dəstəkləmək istəyirlər. Sonra onun hələ indiyə kimi belə olub ağına bozuna baxmadan, hər hansı bir şey Azərbaycan adı ilə, milli məsələmizin uğrunda, millətimizin qurtuluşu uğrunda hər hansı bir addımı xaricdəkilər dəstəkləyir. Ancaq gəlirək ümumiyyətlə xaric və ya içəriyə gələndə mən hər fərdi insanlardan baxıram. Danışan insanlar, yəni indi biz ümum kütlədən danışa bilmirik. Çünki niyə? Nədənini qabaq-bayaq açıqladıq. Nədəni bizi mənliyimizdən ayırıblar, bizim hələ kim olduğumuz yavaş-yavaş bəlli olur və siyasi fəaliyyətdə də şirkət eləmək də bu qədər də rahat deyil. Çünki xüsusilə İran toplumunda. Siyasi fəaliyyətə girmək, işini əldən vermək, ailəsindən ayrılmaq, çox pis duruma düşməklə bərabər kimi bir şeydir. Yəni, bura girənlər şah zamanında belə idi. Yəni, hər adam bura girmirdi. İndi bura girənlər qoçaq insanlar olurlar, millətinin yolunda milli borcları və içlərində bir qurtuluş yolu axtarırlar. Bir də azad yaşamaq istəyirlər. Bu insanın mentalitetindədir. Bəzi vazgeçir. Yəni, qorxu, baskı. Bizim indi İranda ən böyük çətinliyimiz qorxudur, baskıdır. İndi bayaq danışdıq, mən onlara çox toxunmamışam, amma bu rabitə ki, bu məsələlərdə fərdi insanlar kimi məncə ortaya gəlməliyik, uzaqda yox. Qolumuzu çımlamalıyıq, yaşadığımız şəhər, bölgəsəl təşkilatlara girməliyik. Əgər bəyənmirəqsə təşkilat, yaşadığımız, indi aldığımız bilgilər, olduğu məlumat, oxuduğumuz qaynaqlara dayanaraq, nə bilim, o bölgənin sistemini öyrənərək, nə cür deyirsiniz deyin, orada bir təşkilat qurmalıyıq. 5 nəfərlə, 3 nəfərlə, 10 nəfərlə. Amma bu şeyin yolunda şəhərdən başlayıb ölkəyə bu təşkilatı çevirməliyik. Məsələn, mən bunu deyəndə gerçəkdən, indi biz Azərbaycan Federasyonunun nümayəndəsi kimi, mən indi, çünki istər-istəməz burada danışıram və hər halda o təşkilatdan da təsirlər alıram o təşkilatın içində olduğuma görə. Mən etiqadım var, biz əgər İsveçdə, bunu misal olaraq deyirəm, əgər bizim İsveçdə bir dənə münsəcim təşkilatımız olsa, təsəvvür edin, biri də Almanda var, biri də Norveçdə var, biri də Danmarkada var, biri də Londrada var. Bax, yığışdı biz 10 dənə burada təşkilat görürük. 10 dənə federasyonlar yığışıb bir konfederasyon yarada bilər. Urmu Gölü səhlidir, bütün şeyləri orada apara bilər. İndi ona xatir mənim etiqadım bunadır ki, biz mütləq gərək bu məsələdə addım ataq o qabağa və təşkilatlarımıza sahib çıxaq. Təşkilatlarımıza sahib çıxmayınca o təşkilatlara şans vermirək şöyle. Təşkilatlarda problem var, təşkilatlar yeni yaranmış təşkilatlardır, təcrübəsiz təşkilatlardır. Amma bu təcrübəni kimlər qazandırar? Təcrübəni təşkilata gələn insanlar qazandır. Əgər siz gəlib o prinsipi təşkilatda bacardığınız fikri ortaya qoymasanız, deməli orada o fikir yoxdur. Çünki siz yoxsunuz. Ona xatir mənim düşüncəm bundan ibarətdir. Biz gəlib özümüzü profesional bir təşkilatçı kimi qabağa aparıb və o bilən adamların qolundan, əlindən yapışsaq, bu gedişatımız daha da güclənəcək. Gəlir, indi bunun nümunə qısa misallar deyə bilərək, bir zamanla birlik. İndi birlikdən biz nədən danışırıq? Niyə danışırıq? Birlik bir şeydir, bizim ehtiyacımız var. Bizim təşkilatlarımızın tam münsəcim olmadığına görə biz bu problemi yaşayırıq. Əgər bizim təşkilatlarımız öz özlüyündə
bir dənə hərəkəti həyata keçirə bilsə, bütün milləti bəzən ola bilsin çağırmaz heç. Çünki deyər, ehtiyacım yoxdur, artıq mənim gücüm var. Bu işi görəcəyəm, göstərəcəyəm də. İran İslam Respublikasına göstərəcəyəm. Başqa dünyaya göstərəcəyəm, mənim bu gücüm var. Amma bir yerdə biz gəlirik, görürük ki, bu təşkilat, bir dənə bizim təşkilatla iş getmir qabağa. Təşkilatımız zəifdir. Təşkilatımın zəif olduğu bizə problemlər yaradır. Bizim indi içimizdə olan problem budur. Bizim fərdlərimizin təşkilatdan daha sayı çoxdur. Yəni, təşkilatlar var, amma təşkilat o düzgün anlamda yerinə düşməyib. Yəni, bir açıq danışsaq, əgər təşkilatın bir mərkəziyyəti ola, onun üzvü ola, onun qurucu idarə heyəti ola, onun qolları ola, o zaman nə mutlu bizə belə bir təşkilatlarımız var. Təşkilatlar oturarlar, bir seri prinsiplər üzərə, bir seri ortaq nöqtələr üstə birləşərlər. Ortaq nöqtələr də dediyim kimi tək bir dənə bir məsələ deyil. Ümumiyyətlə bizim milli məsələlərimizin sabah İranda həqlərimizin alınması yolunda bir seri hərəkətlər olar. Nəinki tək bir dənə zindanlılara görə. Tək o deyil. Bizim indi burada kanallar yaranar, xaricdə yaşayanlar kanallar yaranar, beynəlxalq təşkilatlarla sıx əlaqələri olar. Və təşkilatlar əgər münsəcim olsa, təşkilatlara tərs könüllü adamlar gəlməz. Təşkilatlara sən profesional, təşkilatın imkanı ilə profesional adam qoya bilərsən orada işləyə. Və sabah orada da sən iş çəkə bilərsən, keyfiyyətini də görürsən. Dünya təşkilatlarına baxın, hər hansı bir təşkilatı, bax, lap başda gələn Birləşmiş Millətlər Təşkilatı. Birləşmiş Millətlər Təşkilatında oturanlar bir könüllü işləmirlər. Bir dənə orada könüllü işləmir. Əlin ondan lap aşağı təşkilatlar, İsveçdə baxın, cəmiyyətlər var, partiyalar var. Orada adam qoyurlar, işlədir, onun maaş verirlər. Bu olmalıdır. Bu sistemi biz yaratmalıyıq. Bizlər indiyə kimi hamımız könüllü yaşamışıq. Bu axıra kimi bunun sonucu yenə də çatışmamazlıqlara gəlir. Könüllü insan yorulur, ailəsindən vurur, evindən vurur, işindən vurur. Amma bir yerdə tam o istədiyimiz nəticəyə yetişə bilmirik. Ona xatir mənim etiqadım budur. Hər fərd qolun çımranıyıb yaşadığı bölgədə fəaliyyət eləməlidir. Yaşadığı bölgəni çalışıb yaxındakı bölgələrə qoşmalıdır. Biz İsveçdə İskandinav ilə, İskandinavdan sonra Londraya, Almana yaxınaq keçə bilərək. İçəridə də insanlarımız elə yaşadığı şəhərlərdə düzdür orada özəl şərait, orada özləyə təyin edilir. Gizli formada, hər formada edilir. Ancaq bu hərəkət olunmalıdır. Bu quruluşlar qurulmalıdır və bir-birinə bağlanmalıdır. Və nəhayətdə bunun içindən bizim o liderlər də məncə çıxacaq. Düzdür, bunun içində qeyri-sağlam ruhiyyələr, bayaq siz vurguladığınız olacaq. Amma mən inanıram, sayı da çox deyil. İndi bayaq sayın dostlar da buna işarə elədilər. Bizdə belə mənliklər var, bizdə mən görməyən işi başqası görüb ona görə qəbul eləmirəm. Belə adamlar, belə duyğuları irəli sürənlər var təəssüflə, amma sayı da o qədər çox deyil. Yəni biraz da məsələyə belə şey baxmayaq. Məncə hərəkət eləsək biz bu çətinlikləri aşacağıq. Bizim bayaq dediyimiz şəraitdir. İndi yeni nəsl, gələn nəsl bütün milli düşüncəli duyğu ilə gəlir meydana, həm də savadlı nəslidir. Dünya internet dünyasıdır, dünya qəzet dünyasıdır, dünya jurnal dünyasıdır, dünyadan xəbəri var. Məsələn, biz öz zamanımıza baxanda 20 yaşında olanda İranın içində heç yerdən xəbərimiz yox idi. Bir İranın televizyonu var idi, radiosu vardı, bir də bəlkə BBC zadı zorla o da radiolarımız heç çəkməz. İndi bir xəbər burada çıxır, bu deməli bizə bu imkan yaradır və üstəliklə mən baxıram, görürəm içəridə olan o dalğa ki var, gənc dalğa ki gəlib basacaq hər yeri, belə altına alacaq müsbət anlamda. Bunlar savadlı insanlardılar. Bunlar yəni savadlı deyəndə nə istədiklərini bilirlər. Bu çox önəmlidir. İnformasiya gəlir. Bu çox önəmlidir. Məncə yol buradan gedir. Biraz da daha da incələmək olar. Mən sözü verirəm. Oldu, təşəkkür edirəm. Arif bəy, elə həmən sualı sizə istəyirəm mətrəh edirəm. Siz necə baxırsınız məsələyə? Siz indi bunu bir milli vəzifə kimi görürsünüz ki, insanlar biz bilə-bilə bir müəyyən partiləri, bir dənə, iki dənə, üç dənə, o sentral təmsilçi yaratmaq üçün biz həm onun içində faal olaq, həm keyfi baxımdan, həm kəmmi baxımdan onları gücləndirək. Siz bunu düz bir məsələ bilirsiniz ya yox? Bilirsiniz, yəni bu şeylərin də hər hansı bir yanlışlıq yox.
Yani teşkilat kuraq, böyük teşkilat kuraq, birləşək. Federasyon olaq, konfederasyon olaq, birləşək. Burada herhangi bir yanlışlık yok. Mühim olan zaten biz bunları kura bilmirik. Yani mühim olan biz bunları teşkilatlandıra bilmirik. Mühim olan budur ki biz oraya giden o yolları necə açmalıyıq, necə oraya getməliyik. Yani meselemiz buradadır. Benim fikrime göre biz yakın zaman önümde gördüğüm yakın süre içerisinde bizim içimizden öyle büyük bir teşkilatlar, konfederasyonlardan çıkabileceği inancında değilim. Çıkmayacak. Bunun çıkmamasının böyle önemli... Başka biz ne yapabiliriz ki çıkar? O da çıkması için bunu çok açık bu şekilde diyebilirim. Size o da budur ki biz şimdi her meydan hareketi öz rehberini de meydan rehberini de ve belki meydandan doğan bir teşkilatını da ortaya çıkarabilir. Ve ortada bir millet küçeye gelir, xiyabana gelir. Ve o meydan hareketi hem liderini hem şuarını belki de teşkilatlarını da çıkartabilir. Ama biz bugün bu meydan hareketinde değerik. Meydan hareketi yoktu bizim hareketinde. Bizim hareketimiz normaldı. Bugünkü şeraitte bakıldığında demek bugün bizim içimizdeki her şey meydan harekatında olan heyecandan, coşkudan daha farklı insanların rasyonel kararı ve ferdi iradeleriyle mümkün olacaktı. Çünkü heyecan yoktu. Heyecan olmadığı için fertler karar verecek ve emelen iradeyle buna katılacaklar. Yani biz böyle bir olguyla karşı karşıyayız. Bunun için biz böyle bir ferdin nece ortaya çıkabileceğinin üstünde durmalıyız. Yani böyle bir ferdi ki teslim tutacak, rasyonel bir karar verecek ve iradi bir biçimde gelecek bir teşkilatın içerisinde optimum derecede, kabul edilebilir derecede enerjisini o teşkilata veya o başkan olarak, rehber olarak seçtiği o cemin içerisinde sarf edecek. Bizim meselemiz budur. Bana göre burada iki önemli mesele var. Birincisi ideolojik manada demirəm, fikri manada büyük bir değişiklik yaşamamız lazım. Bana göre bizim milli hareketin içerisindeki insanların milli umumi bir bilinçlerin olduğunun düşüncesinde değilim. Milli umumi bilinç, yani milliyetçi bilinç demirəm, milli bilinç demirəm. Milli umumi bilinç, yani benim partimden daha üstte, benim şəxsi mənfəətimdən daha üstte, məndən daha üstte bir Azerbaycan gerçeği olduğu inancı ve o inancı her şeyden üstün gören bir inanç. Ben bundan qəsd Benim bir web sitem varsa, benim inancımda olmayan adamların haberini vermirəm. Benim web sitem varsa, ben bunu demirəm. Bir organizasyon varsa, ben şerik olmadığım için ona katılmıram. Budur meselemiz. Yani eğer benim umumi milli bilincim varsa, o programı ben de düzenlemesem gidip ona katılaram. Çünkü orada Azerbaycan'ın meselesi vardır. Azerbaycan'ın menfaati vardır. Ve benim orada olmam gerekir. Eğer benim milli umumi bilincim, benim şəxsi bilincime galipse, hakimse ben orada oraya giderim. Ama ben milli hareketimizde bunu görmürüm. Hamı ben milliyetçiyim deyir. Hamı ben Azerbaycancıyım, Türkçiyim deyir. Ama ben onlarda milli umumi bilincin zayıf olduğu inancındayım. Zayıf. Ve bu önemli bir müşkül. İkinci mesele bununla alakadar. O da budur ki bizim milli harekette ferdiyet yoktur. Ferd yoktur. Ferdi bu anlamda derim biraz önce tozih verdiğim esas çerçevesi içerisinde yani bunu demek isterim. Bütün işler her zaman teşkilatla olması bir zaruret değil. Her zaman rehber olması bir zaruret değil. Onlar önemli ama onlar bir zaruret değil. Onlar olmasa da ferdi öz işini görebilir. Tek başına öz işi görebilir. Milli harekette baktığımız zaman büyük işlerin çoğunun altında şəxsilərin imzaları var. Şəxsilər o işleri görüblər. Web siteden tutun da birçok şeyleri şəxsilər görüblər. Orada bir cəmi faaliyet de yoktur, grubu faaliyet de yoktur. Eğer
Xordad hadisəsi kimi, bir Babək qələsi kimi bir hadisə varsa da, bu da yenə şəbəkələrin işidir, fərdlərin işidir. Yenə də bu bir müşəxəs bir qurğun, müşəxəs bir partinin, müşəxəs bir qurumların təslimi iradəsi ilə ortaya çıxmış bir məsələ də deyil. İndi burada mühüm olan nədir? Mühüm olan öyle bir fərd ortaya yetişmesi lazımdır ki, o fərd təşkilatda da olmadığında, rəhbəri olmadığında da öz enerjisini, öz zamanını milli hərəkət istiqamətində apara bilməsi lazım. Mən buna bu şəkildə deyirəm. Daha böyük bir grup ortaya çıxmadan önce hər fərd bir vahidi siyasi. Her fert bir siyasi vahid olgusunu bugün Azerbaycan milli hareketinin daha çok ihtiyacı vardır. Yani her insan olduğu yerde, teşkilat olduğu değil, olduğu yerde Güney Azerbaycan milli hareketi için ne eleyebilir, ne etmelidir? Eğer bu modeli biz ortaya çıkartabilirsek, fertleri o infiallarından, ümitsizliklerinden çıkartabilirsek, fertlerin enerjisini ferdi halda milli hareket istikametinde yönlendirebilirsek, burada ortaya çıkabilecek bu ortamdan ister istemez bir grubu faaliyet ortaya çıkacaktır. Yani ister istemez grubu faaliyet ortaya çıkacaktır. Rakit fertlerden, meydana gelmemiş fertlerden, ümitsiz fertlerden, ne bileyim farklı şeylerden donatılmış, mücehhez olmuş fertlerden müsbet bir emelin ortaya çıkmayacağı açıktır. Yani biz burada böyle düşünmemiz lazım. Bir ev hanımı evde olduğunda neler eleyebilir bu milli hareketsin? Bir müəllim kilasta neler eleyebilir? Bir talebe, bir danışanımız neler eleyebilir? Bir insan neler eleyebilir? Ben bir araştırmacıyım. Ben araştırma olduğum yerde teşkilat olmadan, rehber olmadan ne eleyebilirim Azerbaycan için? Yani her fert bir vahidi siyasi, her fert bir teşkilatı siyasi hüviyetiyle beraber umumi milli bilinci şuuruyla hareket ederse menlikler olar. Sağlıklı bir menlik olar. Selamet çerçevesinde bir men olar. Ama o menin ortaya çıkarttığı o enerjiden Azerbaycan faydalanar. Ama eğer men dediğim bu ortada olmadığı zaman men hiç orada olacak, o men virangerdir. O men yıkıcıdır, dağıtıcıdır. Çünkü o menin ortaya çıkarttığı enerji, o enerji yaratacağı o sinerji müsbet olmayacak. Yaratacağı ortam menfi bir ortam olacak. Bundan çıkmamız lazım. Bugün Güney Azerbaycan Milli Hareketi benim dediğim bu menfi kelimesiyle ifade edilebilmez ama Güney Azerbaycan Milli Hareket'te ciddi bir rukut var. Bu rukut, bu durgunluğun en önemli sebebi budur. Bu durgunluğu büyük bir şokla bu durgunluktan çıkartabilirsiniz. Mesela nece diyeyim? Yeni bir Xordad hadisesi buraya girmesi lazım ki bu durgunluk bertaraf olsun veya da fertler her fert tek tek hareket ederek bu rukudu delebilmeleri lazım. Bundan mümkündür. Yani bakınız bütün bu mübahiseler bize farklı bir yanlışlığı da yaradı. Farklı yanlışlığı da budur ki biz her zaman birini gözleyirik ki gelecek elimizden tutacak bu neyle veya gel beraber iş görek. İş görmek için bazen başkasına ihtiyacımız da olmayabilir. İş görmek için özümüz oturduğumuz yerde de bunu eleyebilirik. Ben buna göre diyorum ferdiyet, yaratıcı fert, xəllaq fert olduğu yerden milli hareketin istikametinde istifade edebileceği fert, olduğu yerde durgunluğu, rakitliği dağıtabilecek bir ferde ihtiyacımız var. Bu ferd ortaya çıkarsa, o milli umumi bilinci de hakim kılarsa ve özündeki o totaliter rejimin bütün tortöküntüsünü içinden atarsa, o Hizbullahi kültürün bütün menfi ve yıkıcı şeylerinden uzaklaşırsa, dünyayla, vatanla, milletle, insanlarla sağlıklı ilişki kurarsa, bizim ortaya çıkabileceğimiz enerji büyük bir şeye yol açabilir. Çünkü biraz önce Salih Bey de, Settar Bey de, Babək Bey'in hamısını dedi, bizim bugün İran içerisinde en güçlü hareket bizimkidir. Sayı itibariyle en çok bizim
insanlarımız vardır. Haraya gidersen vardır. Ben Avrupa'ya geldim. Ben Avrupa'da gördüğüm insan sayısının hiç o İran'daki bütün muhalif teşkilatlar tamamıyla birlikte toplansalar o kadar Avrupa'da insana sahip değiller. Bizim hareket çok geniş ve çok sayılı insana sahiptir. Bu insanların rakitten, rukuttan ve bunları menfilikten çıkartabilecek bir şok lazım. O şok da buradan olmalıdır ve bu şok da özümüzden olmalıdır. Bizim o ikinci kasetdən fikirəm 4 dəqiqə qalır. 4 dəqiqədə elə burada bu kaseti dayandıraq. Çünki 4 dəqiqəyə bir şey demək olmaz. İkinci kaseti qoyaq. Aha. Yekun sözü deyim də. Yekun sözü. Yekun sözü buyurun görək Babaç bəy, yekun söz 4 dəqiqə olmaz, o adalətsizlik olar. Yox. Üçüncü kasetdə, buyurun üçüncü kasetdə kəsirin davam verəsiniz. Buyurun. Mən belə yanaşmaq istəyirdim, indi bilmirəm 4 dəqiqə satdım. Yox, üçüncü kaseti siz bunu rahat danışın. Əsas məsələ bu idi ki, mən birlikdən söz konusu gəldi burada, yəni o bir yerə tutulmadan. Birinci budur ki, biz əsas məsələ budur ki, o insanlar ki, istəyində bir xas bir düşüncə əsasında bir yerə yığışırlar, hərəkət edirlər, onlar bir-birini rəsmiyyətə tanıyırlarmı? Ya yox. Yəni, təşkilatlar gəlir, birləşmək. Sən vaxtı orada, bu birlikdə, qarşı tərəfini necə rəsmiyyətə tanıyırsanmı? Tanımırsan. Bu söz konusudur özü. Orada, əgər sən hansısa bir qurum, bir fikri, teyfi, çətəni, onu bir milli hərəkətin dairəsində tərifləmirsən, filan onunla necə gəlib birləşəcəksən? Necə, hansı ortamda danışacaqsan? Bunlar məsələdir. Bir də ki, bu birliyi yaratmaqda hansısa birisi orada qurum ya fərd hegemonluq rolun oynaması. Yəni, buralarda hansı burada bir uğur da əldə olsa, orada hansısa bir kəsimin, hansısa bir düşüncənin hegemonluğu orada təsbit edilməsi. Bunu biz həm o birlik adlı, birlik deyilən konferanslar, qurultaylarda təşəbbüs göstərənlərdə, həm də ki, müxtəlif bayraqları gətirmək ortaya, müxtəlif simgələri, ya hətta bəzi yerdə insan haqlarında müdafiə bəzi məsələlərdə gəlir, bu ortama qatışır. Yəni, burada o əxlaq baxımından Arif bəy də doğru ona vurguladı. Mən bunu şəxsi özümü bir hansısa bir yerdə dirçətmək üçün bu işimi görürəm, yoxsa burada məndə bir milli hiss vardı, duyğu vardı, mən əsasən onu prinsip tutaraq burada fəaliyyət göstərirəm. Yəni, mən yekunlaşdırım sözümü, burada əsas məsələ bulardır. Biz əgər hansısa bir işdə hegemonluq etmək məqsədi, hər hansı adamlar ki, təşəbbüs göstərirlər orada. Bu işi görəndə o hegemonluğu əgər qoysalar qırağa, burada bərabər hüquqlu, bütün teyfləri, bütün fikri, düşüncələri rəsmiyyətə tanıyaraq çağırsalar, məncə onda elə olar ki, bir müsbət yönlü bir birliyə də əl tapmaq olar.